Belə. Demək, niyə bu enerjidən bəhs açdım? Çünki kağız istehsal etmək üçün elektrik enerjisi bir də ağac lazımdır. Burada yine yarpaqlı meşələr var və eyni zamanda ucuz sudan enerji alır və əhalisi az, istehsal payı isə çoxdur, enerji istehsalı. Yəni bu sahə üzrə ixtisaslaşıb. Və onun da 95%-ni sudan əldə edir, yəni ucuz başa gəlir nisbətən. O səbəbdən kağız istehsal etmək üçün həm xam malı var, həm də enerjisi var deyə bu sahə üzrə ixtisaslaşan bir ölkədir. Bu doğruydu. Cənub-Şərqi Avropa ölkəsi, Ukrayna daş, kömür, polad istehsal edir. Həm dəmiri var, həm də kömürü. Polad istehsal etmək üçün də nə lazımdır? Təbii ki, kömürlə dəmir lazımdır. Kömürü yandırıb ondan alınan enerji vasitəsilə demək metallar əridirlər. Yəni bu xüsusiyyətləri tam şəkildə ödəyir. 5-ci də düzgün Çexiya Mərkəzi Avropa ölkəsidir və daş kömür və billur şüşə istehsalı burada həyata keçirilir. Sonra digər sual. 53 mən. 53-cü. Diaqramda kənd təsərrüfatı məhsullarının 5 ölkə daxilində istehsalı və istehlakı verilmişdir. Bu məhsulları tələbat hansı ölkələrdə daxili istehsal hesabına daha zəif ödənilər. Yəni daxildəki ölkənin öz istehsal etdiyi məhsul ölkə tələbatını ödəyə bilməz demək istəyir. Görürsən ki, burada deyir 5 ölkə daxilində istehsal, yəni məhsulun hazırlanması və onun mənimsənilməsi, istehlak verilib. Həmişə biz bir şey bilməliyik. Əgər bir ölkədə istehsal azdırsa, amma əvəzinə istehlak çoxdursa, deməli ölkə öz tələbatını ödəyə bilməyəcək. Mütləq başqasından da almalıdır. Yəni belə deyək də, misal üçün, əgər evimizdə gündəlik 2 çörək bişiririksə, amma gündəlik 5 çörək yeyiriksə, istehlak etdiyimiz çörək 5 dənədir. Amma istehsal olunan çörək isə 2 dənə cəmi. Gündə 2 çörək bişir. Təbii ki, öz tələbatımızı necə ödəyə bilərik? Mütləq digər hissəsini ardınsa almalıyıq da, ixal etməliyik. Demək, burada baxırıq. İstehsal harda az, istehlak çoxdursa, mənimsəyən çoxdursa, deməli o ölkə öz daxili tələbatını zəif ödəyəcəkdir. Yəni burada istehsalın kiçik olduğu, istehlakın böyük olduğu rəqəmlərə baxacağıq. Tam aydındır yoxsa yox? Bəli, aydındır. Aha, lap yaxşı. Dediyimiz kimi, yəni istehsal çox olanda ölkə ixtisaslaşmış olur. Çünki həm öz daxili tələbatını ödəyir, həm də artıq qalan hissəsini dünya bazarına çıxarır ki, dünyada həmin məhsulun ixracı ilə onu tanıyırlar. Amma öz daxili tələbatını ödəyə bilmirsə, yəni istehlak çox, istehsal azdırsa, deməli bu ölkə bu sahə üzrə ixtisaslaşmayıb. Yəni öz daxili tələbatını ödəyə bilmir. Deməli onun müəyyən hissəsini xarici bazardan ixal etməlidir. Sonra 62. 62-ci sual. Müəllim, Buyurun. 56-da tapmışam 32 min neçədə C ilə E Aha. variantıdır, amma faizdə biraz qarışdırdım, faiz tapamadım da 56-ya baxın. Həqiqət zəhmət olmasa. Deyir ki, Azərbaycan Respublikasının iqtisadi cəhətdən fəal əhalisi 1995-ci ildə 32.400 tapmışam. aha, cavabı tapmısan ki, nə qədərdir? Bu dövr ərzindəki orta illik artımı və artım faizini hesablayın. Yəni nəsə demək istəyirsən, buyur. Yox, danışmayın, narahat olmayın. Belə bunun bir iki yolu var, belə deyək. Ya çıxıb sonra faiz tapmalısan, ya da ki birbaşa qeyd eləyə bilərsən. Məsələn, 1995-ci ildə nə qədər insan olub? 3 milyon deyək ki, 600 min nəfər. Məsələn, 2000-ci ildə isə 3 milyon 762 min nəfər. Bunu ya bu yolla qəbul edirsən. Məsələn, deyək ki, birinci 3 milyon 600 min nəfəri, məsəl üçün, qəbul edirsən, tutaq ki, bu birincini 100%. Bunu da qəbul eləyə bilərsən x%. Yəni, belə deyək də, 3,6 milyonu qəbul elədik 100% əvvəlkinin. 3 tam demək 1762 demək milyon nəfəri də qəbul eləsə x%. Burada məlum məsələdir, görürsən ki, bu artım baş verib. Yəni 100%-dən yuxarı olacaq, tənasüb kimi tapmış olsaq. Sonra artımı 100-dən, yəni çıxacaq. Aydındır? Aydındır, aydın. Məsələn, tutaq ki, burada görürsən ki, 3,6-ya 100% qeyd eləmişiksə, istər-istəməz 3 milyon 762 minə də
Hardasa 100 məsələn deyək ki, oldu məsələn 10%. Məsələn 112% deyək. Fərqi yoxdur. İndi hesablamamışam deyə mən dəqiq rəqəm deyəmirəm. Tutaq ki, x-i tapmaq üçün 3,6 x bərabərdir. Vuracağıq 3,1000-də 762-ni vuracağıq 100-ə. O zaman təbii ki, x-i tapmaq üçün 3,6-ya da böləcəyik bunu. Tapdıq, tutaq ki, məsələn 109%. Deməli 100% əvvəlkidir, 9% artıb. Düzdür? Bəli. Onu çıxdıq. İndi bizdən soruşur ki, bu dövr ərzində orta illik. Orta illik həmişə deyiləndə mütləq illərin sayına bölmək lazımdır. 95-ci ildən 2000-ci ilə qədər nə qədər vaxt keçib? 5 il. Deməli, 5 il. əgər illikdə məsələn tapmışamsa 9% artıb, o zaman 9-u 5-ə böləcəm. Məsələn 10% artıb, onu 5-ə böləcəm. 20000-i 5-ə böldük. Aydındır? Aydındır mənim. Ya da birbaşa çıxıb müəyyənləşdirə bilərəm. Məsələn, deyək ki, 3.762.000-dən çıxacam. Deyək, demək 3.600.000. Nə qədər aldın çıxandan sonra? 162.000. 162.000. 162.000-i belə eləyə bilərsən. Ya 3.600.000-i 100%, 162.000-i x qəbul edib, faizi tapandan sonra yenə 5-ə bölə bilərsən. Ya da birbaşa həmin ədədi 5-ə bölüb, yenə əvvəlki əhalinin 3,6 milyonu x faiz qəbul edib, həmin ədədi də o 162.000-i 5-ə böləndən sonra həmin ədədi də demək ki, daha doğrusu bunu 100% qəbul edib, üzrlü say. Əvvəlki həmişə 100% qəbul edib, məlum məsələdir o. Tapdığın tutaq ki, 162-ni də 5-ə böldün, onu da x faiz yazasan burada. O zaman birbaşa cavabını təyin etmiş olasın. Yəni ya birinci qayda ilə getməlisən, ya ikinci. Sənə hansı asandırsa onu elə. Ya çıxıb illərin sayına bölüb faiz tapmalısan, ya da ki, belə birbaşa elə bunları buradan müəyyənləşdirməlisən. İzah elədiyim qayda bir qaranlıq məqam qoymadı ki səndə. Yəni rəqəmləri Xeyr, mənim bu aydın. Buyur. Mənim 59-a baxardıq olsa. 59. Qanı xəritə fiziki coğrafi torpaqlarına aid olmayan xüsusiyyət. Qanı xəritə Kür çökəkliyində yerləşir. Uşaqlar, Kür çökəkliyi bilirsiniz ki, yarım səhra quru çöl iqliminə malikdir və Azərbaycanda yarım səhra landşaftının ən geniş yayıldığı ərazidir. Amma bu Kür çökəkliyinin Kür çökəkliyi vilayətinin tərkib hissəsinə daxil olsa da qanı xəritə. Bu ərazi Kür çökəkliyindən fərqli olaraq yarım səhra quru çöl iqlimində yox, mülayim istidə yerləşir. Yəni bura 1000 millimetrə qədər yağıntı düşür. Bu, yəni Kür çökəkliyi üçün ən yüksək göstərici sayılır. Ona görə bu bəzən Lənkəranla müqayisə olunur. Lənkəran bilirsiniz ovalığından çox yağıntı düşür. İkinci yerdə. İkinci rütubətli ərazisi kimi, ikinci rütubətli düzənliyi kimi tanınır, belə deyək. Deməli burada quraqlıqla bağlı, ondan sonra yarım səhra ilə bağlı, dağlıq ərazi ilə bağlı ifadələr götürəcəyik. Niyə? Çünki aid olmayanı soruşur. Aid olanları atacağıq. Yayı quraq keçən mülayim isti iqlim. Yayı quraq keçən mülayim isti iqlim Azərbaycanın hansı hissəsindədir? Hansı düzənliyindədir? Lənkəran. Lənkəran. Biz keçən dərs demişdik ki, Lənkəran yayı quraq keçən mülayim istidir. Qanı xəritə bunun tərsidir. Qışı quraq keçən mülayim istidir. Bir də qusar maili düzənliyi var idi ki, o da rütubəti nə idi? Bərabər paylanan mülayim istidir. Azərbaycanın digər düzənlikləri demək olar ki, yəni ki, yarım səhradır. Yəni alçaq düzənliklərindən söhbət gedir təbii ki. Demək bu Lənkərandır, deməli bunu götürürük. Bu qanı xəritəyə aid olan ifadə deyil. Qışı quraq keçən mülayim istilik aid olan ifadədir, deməli bunu atacağıq. Demək, biri götürmürük, ikini atırıq. Biri götürüb ikini atanda, demək, bizdə elə də çox variant silinmədi, keçək digər variantı. Alluvial çəmən. Bu doğru fikirdir. Niyə? Çünki qanı xəritədə şirin qurund suları yer səthinə yaxındır. Bu səbəbdən orada düzən meşələr inkişaf edib. Hansı ki, şollar düzündə də mövcuddur. Belə ərazilərdə, düzənlik ərazilərdə həm ot örtüyü, yəni alluvial çöküntülərdə, çay çöküntülərində həm çəmənliyi inkişaf edir, həm də meşə inkişaf edir. Bu səbəbdən buna, yəni çəmən və ağacın olduğu torpaq tipi, yəni həm ot var, həm də meşə var. Bu səbəbdən buna çəmən meşə torpaqlar deyirlər. Və yaxud alluvial çəmən, çünki çayların gətirdiyi, bilirsiniz, gətirmə konusları var qanı xəritədə, alluvial çöküntülər və onun üzərində ot örtüyü inkişaf edib.
Yəni su var deyə, rütubət var deyə ot örtüyü inkişaf edib. Bu səbəbdən ona ya alluvial çəmən, bir də çəmən meşə torpaqlarının yayıldığı ərazi deyirik və üçü də 60 oluruq nəticə etibarilə. Qaldı 1, 4, 5 avtomatik görürük ki, 4-ümüz düzdür. Dağ çəmən landşaftı təbii ki, bu düzənlikdir. Dağdan söhbət gedə bilməz. Buna görə götürürük bunu. Sonra şirin quru sular səthə yaxın yerləşməsi təbii ki, bu doğrudur. Bunu da atdıq. Qaldı bizim cavabımız 1, 4, 6. Məhsuldarlığı artırmaq üçün kollektor drenaj. Kollektor drenaj məhsuldarlığı zəif olan ərazilərdə. Mil, Muğan, Şirvan, demək Salyan kimi düzənliklərdə olar. Çünki o ərazilərdə torpaqlar bəzən yox, yəni suvarılır, belə deyək. İrriqasiya əkinçiliyidir və suvarılma nəticəsində bəzən duzlu sular səthə yaxınlaşır. Bu da torpaqların Şorunlaşması. O səbəbdən meliorasiya tədbiri məqsədi ilə burada ərazinin daxilindən kanal çəkirlər, ona kollektor deyirlər. Kiçik kanallar və yerə bastırılmış borular vasitəsilə, yəni onlara da drenajlar deyirlər. Artıq sular oraya yönləndirilir və yeraltı suların səthə yaxınlaşmasının qarşısı alınır və yaxud ərazidəki artıq sular ərazidən uzaqlaşdırılır. Çünki artıq suların qalması da duzluğa səbəb ola bilər. Çünki şirin su buxarlanır, tərkibindəki minerallar qalır torpağın tərkibində və yaxud artıq sular yerə çöküb yeraltı suların səviyyəsini qaldırır. O səbəbdən bizdə adətən kollektor drenaj Kür-Araz ovalığına aid olan düzənliklərdədir. Bu düzənlik Kür-Araz ovalığına aid deyil. Kür çökəkliyi vilayətinə aiddir amma. Demək, cavabımız oldu 1, 4, 6 ona uyğun olmayan əlamətlər. Sonra 62-ci sual müəllim. 62-ci sual. Bir dəqiqə. Deyir, ekvatorial enişlərdə duzluluğu 34 promil olan, bundan testdə əgər gələn dəfə hidrosferdən sual düşsə, çox güman bundan düşəcək. Niyə? Çünki dərinliyə doğru, yəni ki, məsafənin ölçülməsi bu dəfə artıq düşmüşdü. Çox güman eyni məsələ növü təkrarlanmaz. Ekvatorial enliklərin deyir, duzluğu 34-dür və ondan 4 ton su götürülüb həmin ərazidən. Deyir, qütb ətrafı enliklərdə isə duzluq 32 promillidir. Eyni miqdarda su götürülüb. Deməli, burada da 4 ton su götürülüb. Baxın, bu tip suallarda ümumiyyətlə biz bir şey bilməliyik ki, dünyada normal duzluluq 35 promillidir. Əgər orta okean duzluğu deyilsə, bilin ki, 1 litr suda 1 litr neçə qramdır? 1000 qram. 1000 qram suda 35 qram duz var. Faizdən fərqli olaraq onun yanında 3 dənə sıfır yazılır. Ədədin 1000-də 1 hissəsi deməkdir. Yəni 1000 qram suyun 35 qramı duz deməkdir. Əgər tondan göstərilibsə 1 tonda 35 kiloqram duz var deməkdir. Yəni 35 min qram eləyir 1 tonda. Kiloqramda 35 kiloqram eləyir. Yəni normal duzluq budur. Amma ekvatoriala çox yağış yağır deyə duzluq 1 promilli aşağıdır, 34 promillidir. Tropiklərdə bu 36-37-yə qədər qalxır. Çünki tropiklər əsasən günün işığı və istiliyi çox alsa da, su çox buxarlansa da demək yağıntı az düşür. Çünki yüksək təzyiqə malikdir. Tropiklərdə bulud olmadığına görə düz radiasiyanın kəmiyyəti böyüdür, su çox qızır, çox buxarlanır. Buxarlanmada duz iştirak etmir, şirin su ayrılır. Səthində duzluğun kəmiyyəti artır, nəysə mülayimdə yenə qismən azalır, qütblərdə daha aşağı düşür. Çünki qütblərdə buxarlanma zəifdir. İndi bu sualda isə sualın cavabını tapmaq çox sadədir. Niyə? Çünki eyni miqdarda su götürülüb. Eyni miqdarda. Hər ikisində demək, əgər fərqli olsaydı, yəni bütün məsələlərdə keçərli olan budur ki, deyək ki, 1 tondan, ekvatorun 1 ton suyundan 34 yazılıbsa, bu o deməkdir ki, 1 tondan 34 kiloqram duz əldə olunur. Söhbət tonla gedir deyə suyun tonla verilməsi ilə əlaqədar mən də tonla hesablayıram. Bura 34 yazılması o deməkdir ki, onun 1 tonunda 34 kiloqram duz var. 4 tonunda nə qədərdir? 4-ü vuracağıq 34-ə. Yəni 1 tonunda 34-sə 4 tonunda ondan 4 dəfə artıq. 136 kilo. Bəli, bəli. İndi ikincisini hesablayıram. 32. 1 tonunda 32 kiloqramdır. Yenə də eyni miqdardadırsa 4 tonunda ondan 4 dəfə artıq olacaq və böyüdən kiçiyi çıxacaq. Bu bütün məsələlərdə keçərlidir. Duzluluq məsələsində bu yazdığım qayda. Ayrı-ayrılıqda hesablayıb böyüdən kiçiyi çıxırıq. Ancaq burada buna ehtiyac yoxdur. Niyə? Çünki hər ikisində alınan duzun yəni göstəricisini 4-ə vururuq. 4 dəfə artırırıq. Bu səbəbdən 4-ü mötərizə xaricinə çıxarıb elə 34-dən 32-ni çıxsaq cavab 2 edəcək təbii ki. Onu da 4-ə vursaq 8 edir.
Yəni suyun miqdarı eynidirsə, o zaman ayrı-ayrılıqda hesablamağa ehtiyac yoxdur. Yəqin aydındır. Əgər duzluluq da eynidirsə, su fərqlidirsə, birinci suları bir-birindən çıxıb sonra duzun miqdarına vururuq. Yəni yaxud dediyim kimi su eynidirsə, duzluluq fərqlidirsə, duzluluq fərqini çıxıb bir-birinə vururuq. Əgər hər ikisində həm duzluluq, həm də suyun miqdarı fərqlidirsə, onda birinci yazdığım bu qaydaya əməl edirik. Ayrı-ayrılıqda hər birini hesablayıb sonra böyükdən kiçiyə çıxacağıq. Sonra 61-ə baxarsınız mənim. aqroiqlim ehtiyatlarının daha az olduğu yarımadaları müəyyən edin. Olanlar Agros, əkin yeri deməkdir. Əgər bir yerdə aqroiqlim ehtiyatı Temperatura baxılır. bəli, deməli orada bitkiçiliyi inkişaf edə bilməz. Soyuq yer deməkdir. Yəni ekvatordan uzaqdadır deməkdir. O da avtomatik olaraq 1, 2 və 4-dür. Aqroiqlim ehtiyatlarının daha az olduğu ərazidən söhbət gedir. Düzdür, orada başqa amillər də nəzərə alınır. Məsələn, deyək ki, orta sutkalıq temperaturların cəminin 10 selsidən yuxarı olması əsas şərtdir. Çünki bir yerdə bitkiçiliyi inkişaf etdirmək üçün önəmli olan günəş işığı və istilikdir. Su olmasa onu süni yolla təmin etmək olar, amma günəş işığını süni yolla təmin etmək olmur tarla, böyük plantasiyalarda təbii ki. O səbəbdən birinci enerjiya önəmli verilir. Sonra bitkilərin vegetasiya dövründə düşən yağıntının miqdarıdır. Qarın qalınlığı və yerdə qalma müddətidir. Şaxtalı günlərin sayıdır. Təbii ki, çox olarsa məhsuldarlıq az olacaq. Yəni bunlara da önəm verilir, amma ən önəmli şərt istilik göstəricisidir. Əgər bir yerdə istilik azsa, deməli avtomatik olaraq orada bitkiçilik yox, heyvandarlıq inkişaf edəcək. Yəni başqa təsərrüfatı inkişaf etdirmək mümkün deyil yəni. O səbəbdən şimal ölkələrində heyvandarlığa daha çox önəm verilir. Sonra 65. 65 eşitdim. Son 64. 64-də xəritə sxemində göstərilən iqtisadi rayonların 1 və 2 oxşar xüsusiyyətlərini təyin edin. Burada hansı iqtisadi rayonlar? Bu biraz əslində bu suala baxmasaq daha məntiqli olar. Niyə? Çünki bu sual dəyişdirilibdir. Yəni sual yox, daha doğrusu iqtisadi rayonlar dəyişilib. O səbəbdən, yəni bu iki yerə bölünür. İqtisadi rayon bilirsiniz, Bakıda bölünür. Abşeron xızı ilə Bakıya, məsələn, ona görə burada dəyişiklik var deyə biraz suala baxmağa məncə o qədər ehtiyac yoxdur, amma hələlik deyək, elə belə deyək. Dediyim kimi, bu iqtisadi rayonlar hər ikisi bölünüb iki yerə. Biri Qazax Tovuza ayrılıb, digər tərəfi isə Gəncə Daşkəsəndir. Burada Abşeron xızı ilə Bakıya ayrılıbdır. Deyir, su nəqliyyatı inkişaf etmişdir. Su nəqliyyatı bilirsiniz, Bakıda inkişaf edib. Güclü neft hasilatı rayondur. Bu da Bakıya məxsus olan bir şeydir. Sonra deyir ki, elektroenergetika sənayesinin malikdir hər ikisində. Respublika tabeli iki şəhər var. Burada da Gəncə ilə naftalandı. Bakıda, burada da Abşeron idi əvvəl adı. Sumqayıt ilə Bakı götürülürdü. Respublika tabeli şəhər kimi oxşar cəhətlərdir. Bentonikili yatağı malikdir. Bu Qazax Tovuzda, yəni birisi Qazax rayonundadır. Hansı ki, daş salahlıdır. Yəni burada oxşar cəhətləri sxemasını göstərilən iqtisadi rayonların 1 və 2-ci oxşar xüsusiyyətlərini təyin edin. Oxşar xüsusiyyətlər nə olacaq o zaman? Demək, elektroenergetika sənayesindən malikdirlər. 2 respublika tabeli şəhər mövcuddur. Əlvan metallurgiya bir də inkişaf edib. Yəni bunları seçəcəyik. Əlvan metallurgiyada necə inkişaf edib? Bilirsiniz, Gəncə Daşkəsən iqtisadi coğrafi rayonunda, yəni Daşkəsəndə alüminit ehtiyatı var. Gədəbəydə də, yəni Qazax Tovuz iqtisadi rayonunda da mislə qızıl ehtiyatı var. Mis də ilə əlvan metal da olar da. Düzdür, Gəncə Daşkəsində əlavə olaraq qara metal da var, hansı ki dəmirdən söhbət gedir. Amma Abşeronda bu tip xammal mövcud deyil. Amma hər ikisində metallurgiya inkişaf edib, əlvan metallurgiya. Niyə? Çünki Daşkəsəndən istismar olunan alüminium, hansı ki zəylik yatağından, demək, ilk öncə emal prosesi keçirir, yəni suxurdan təmizlənmə və s. alüminium oksidi alınır. Sonra isə onu emal etmək üçün ucuz enerji mənbəyi lazımdır. Çünki alüminium 1 tonuna 18.000 kilovat elektrik enerjisi tələb olunur. Bu səbəbdən göndərilir Sumqayıta, orada əridilir. Çünki neft ehtiyatının məhz Azərbaycanın şərqdə olması və ucuz enerjinin əldə olunması alüminiumda yəni böyük tələbat var enerjiyə deyə məhz Sumqayıtda son emal prosesi keçir. O səbəbdən həm də
müəyyən qədər tullantı materiallarına da əsaslanır. Eyni zamanda yəni gətirmə xam malına əsaslanır əsasən. O səbəbdən hər ikisində birində xam mal var, digərində isə gətirilmə xam malına əsaslanaraq belə deyək, metallurgiya sənayesi inkişaf edib. Yəni oxşar cəhət kimi elektroenergetikanın respublika tabeli şəhərləri, bir də əlvan metallurgiyanı seçəcəyik. Dediyim kimi əvvəllər bu respublika tabeli şəhər anlayışı da çox istifadə olunurdu. İndi o qədər çox istifadə olunmur. Onları bir-bir yazıram, hansılardır qeyd edin istəyirsiniz. Bakı iqtisadi coğrafi rayonunda Bakıdır. Sonra Abşeron Xızıda Sumqayıtdır. Gəncə Qazax iqtisadi rayonu dəyişibdir dediniz. Bəli, bəli, o dəyişib. Qazax Tovuz iqtisadi coğrafi rayonuna və Gəncə Daşkəsən iqtisadi rayonuna. Bu gördüyümüz birinci isə Abşeron iqtisadi rayonu idi. İndi hal-hazırda o Abşeron Xızı ilə, bax təxminən bu hissədən Abşeron Xızı ilə demək Bakı iqtisadi coğrafi rayonuna ayrılıbdır. Ki burada bu iqtisadi coğrafi rayonların tərkibində respublika tabeli şəhərlər bunlardır. Niyə bunlara respublika tabeli şəhərlər deyirlər? Onu qeyd edeyim. Respublika əhəmiyyətli obyektlərin daha çox yerləşdiyi, yəni ki, şəhərlərə məhz belə ad verilir. Onlar digər şəhərlərlə müqayisədə müəyyən qədər üstün mövqeyə malikdirlər. Məsələn, Cənub bölgəsində əsas müəssisələr, dövlət əhəmiyyətli obyektlər Lənkəranda yerləşir. Məsəl üçün, digər Şəki-Zaqatala iqtisadi coğrafi rayonunda əsas müəssisələr Şəkidə dövlət əhəmiyyətli obyektlər məsələn Şəkidədir. Sonra Aranda məsələn Mingəçevirdir, Yevlaxdır. İndi Aran da dəyişib, sadəcə köhnələrə görə yazıram. Şirvan var, Şirvan Salyan iqtisadi coğrafi rayon tərkib hissəsində də əvvəl üçü bir yerdə idi onlar. Sonra Gəncə Qazax, halbuki köhnəyə görə desək, yeniyə də Gəncə Daşkəsəndə demək Gəncə şəhərdir. Sonra Naftalan şəhərdir. Demək, Qarabağda Şuşadır. Xankəndidir. Xankəndi. Naxçıvanda da Muxtar Respublika tabeli şəhərlər var. Onlar da hansılardır? Naxçıvan özüdür. Sonra Zulfadır. Bir də Ordubad. 14 dənə Respublika tabeli şəhərimiz var. 3-ü Muxtar Respublika tərkiblidir. Muxtar Respublika. Digər 11 isə Respublika tabeli şəhərlərdir. Bakı hal-hazırda Bakı iqtisadi coğrafi rayon tərkib hissəsindədir. Sumqayıt, Abşeron Xızı iqtisadi coğrafi rayon tərkibindədir. Hal-hazırda Lənkəran Astara iqtisadi coğrafi rayon tərkibindədir. Şəki Zaqatala iqtisadi coğrafi rayon tərkibindədir. Mingəçevir mərkəzi Aranın tərkibindədir. Yevlax da mərkəzi Aranın tərkibindədir. Şirvan Salyan iqtisadi coğrafi rayon tərkibindədir. Gəncə Daşkəsənin tərkibindədir. Naftalan da həmçinin Gəncə Daşkəsənin tərkibindədir. Şuşa Qarabağın tərkibindədir. Köhnə dərsliklərdə fərqli idi adı. Yuxarı Qarabağ adlanırdı. Xankəndi o da Qarabağın tərkibindədir. Ən böyük iqtisadi rayonumuz budur. Ən çox inzibati rayonda bunun tərkibindədir. Qalanlardan Naxçıvan Muxtar Respublikasının tərkibindədir. Naxçıvan, Zulfa, bir də Ordubad. Dediyimiz kimi, niyə bunlara Respublika tabeli şəhərlər deyilirdi? Çünki dövlət əhəmiyyətli obyektlər digər rayonlarla müqayisədə bunlarda daha çox idi. Belə, sonra hansı suala baxacağıq? 65-ə. Son zamanlar yük dövriyyəsində Sakit Okeanın rolunun artmasının səbəbləri nədir? Uşaqlar, bilirsiniz ki, dünyada ən mühüm okean nəqliyyatda Atlantik sayılır. Hal-hazırda günümüzdə də belədir. Böyük coğrafi kəşflər dövründən sonra da belə olub. Niyə? Çünki Amerika ilə Avropa məhz bir-biri ilə Atlantik vasitəsilə ticarət əlaqələri saxlayırlar və dünyanın ən güclü inkişaf eləmiş regionları da bunlardır. Bundan başqa, yəni Latin Amerikasından, Cənubi Amerika ölkələrindən xam malın idxalı, Afrikadan və s. Atlantik vasitəsilə Avropa ölkələrinə və Amerikaya daşınır. Ona görə yük dövriyyəsinin 50% bunun payındadır. Əvvəl də belə olub, ən güclü olub, indi də belədir. Sadəcə olaraq son dövrlərdə Sakit Okeanın payı artmağa başlayıb. Əvvəl daha az istifadə olunurdu. Bunun səbəbi nədir? Burada Yaponiyanın inkişafı, Amerikanın qərbinin, Kaliforniya ştatının güclü inkişafıdır ki, orada da mühüm limanlar, məsələn San Francisco, Los Angeles kimi limanlar, Seattle kimi limanlar var. Yəni onlar da ticarətdə məsələn mühüm rol oynayırlar son dövrlərdə.
Bir də Avstraliyadan Yaponiyaya məsələn daşınan yüklərdir. Avstraliyanın dünya bazarına xam mal ixracı. Bir də Cənub-Şərqi Asiya ölkələrinin, yəni yeni sənayeləşmiş ölkələrin inkişafı müəyyən qədər Sakit Okeanın əsasən sürətli inkişafına səbəb olub. Gəldi indi suala. Yaponiyanın beynəlxalq iqtisadi əlaqələrinin güclənməsi. Bəli, Yaponiya ətraf ölkələrdən xam mal ixal edir və özündə xam mal olmasa da istehsal müəssisələri yaxşıdır deyə xam malı alaraq ondan yeni növ məhsullar, hazır sənaye məhsulları istehsal edərək dünya bazarına ixrac edir. Yəni xam malı alır, ucuz qiymətə emal edib satır. Bu dəniz vasitəsilə daşınır yüklər. Bilirsiniz, xam mal ağır yüklü deyə başqa nəqliyyat növ vasitəsilə, yəni təyyarə ilə daşımaq mümkün deyil. Uzaq məsafəyə əsasən əgər quru əlaqəsi varsa, dəmir yolu ilə adət olunur. Əgər quru əlaqəsi yoxdursa, bu dənizlə. Sərnişinlər adətən uzaq məsafələri təyyarələrlə daşınır. Yəni ancaq dənizdir belə Yaponiyanın yük dövriyyəsində 98%-ə yaxın. Demək, bu da Sakit Okeanın rolunun artmasına gətirib çıxarır. Sonra Latin Amerikası ölkələrinin şərq hissəsi bu yanlışdır. Çünki Latin Amerikası deyəndə Meksika və ondan cənubda qalan ölkələr nəzərdə tutulur. Yəni bu ölkələr. Onun da şərq hissəsi Atlantika düşür. Yəni bu səbəbdən bu ifadə yanlışdır. Yeni sənayələşmiş ölkələr, bəli, Cənub-Şərqi Asiya ölkələri, Filippin, İndoneziya, Malayziya, Tayland kimi ölkələrdir ki, onların sürətli inkişafı məhz Sakit Okeanın payının artmasına səbəb olub. Rusiyanın qərb hissəsi bu yanlış fikirdir. Rusiyanın qərb hissəsi Atlantika düşür, Baltik dənizinə və burada Qara və Azov dənizlərinə. Onun şərqi Sakit Okeanına düşür, sağ tərəfi. O səbəbdən bu yanlış ifadə idi. Şimali Amerikanın inkişaf etmiş ölkələrinin qərb hissələrinin sürətli inkişafı bu doğru fikirdir. ABŞ-ın Kaliforniyasını misal göstərə bilərik. Qərbi Avropadan söhbət gedə bilməz. Çünki Qərbi Avropa ölkələrinin iqtisadi inkişafının zəifləməsi mövcud deyil, hətta güclənir gündən günə. Üstəgəl Qərbi Avropanın Atlantik sahilində yerləşməsi müəyyən qədər, yəni Sakit Okeanla o qədər əlaqəli deyil. Düzdür, oradan əlaqə qurmaq olar ki, Atlantik Okeanda payının güclü olmasının səbəbi Avropanın təsirlədir. Avropa zəifləsə Sakit Okeanın payı arta bilər. Amma dediyim kimi bu zəifləmə mövcud deyil burada. Qərbi Avropa ölkələri ilə dünyada aparıcı, dəniz nəqliyyatında aparıcı olan ölkələr sırasındadır. Sonra hansı sual? Mənim 62-ci sualı da izahlayırsınız da. 62-ci sualı. Təkrar izah edeyim. Bəli, müəllim. Belə. Yaxşı. Bunu belə qeyd eləyə bilərik. Məsələn, deyək ki, 1 ton okean suyunda 34 promillə göstərilibsə, yəni bu o deməkdir ki, 1 tonunda 34 kiloqram duz var deməkdir. Bunu belə qəbul etməliyik avtomatik olaraq. Əgər litrlə verilibsə, 1 litrdə 34 qram duz var deməkdir. Yəni bu ekvatorial enişlərdə belə göstərib deyə mən onu bilirəm, ha. Yəni 1 litr 1000 qramdır. 1000 qramın 34 qramı duz var deməkdir. O belə yazılır promillə ilə. Ədədin 1000-də 1 hissəsidir. Təbii ki, 34 minin yəni 34-də 1 hissə, 1000-də 34 hissəsidir, belə deyək. O səbəbdən bu şey, yəni işarə belə qoyulur. Ki 1 tonda 34 kiloqram duz var. Digər su obyekti, yəni qütb ətrafından götürülmüş suda 1 litrdə 32 qram duz var. Burada tonla verilib. 1 tonda da 32.000 qram, yəni 32 kiloqram duz var deməkdir. Belə. İndi görürəm ki, həm ekvatorial enliklərdən 4 ton su götürülüb, həm də qütb ətrafı enliklərdən eyni miqdarda 4 ton su götürülüb. Demək, mən bunu ayrı-ayrı da hesablaya bilərəm. Yaxud da ki, yəni uyğunlaşdırıb daha asan variant seçə bilərəm. Deyək, ekvatorial enlikləri birinci hesablayıram. 1 tonundan 34 kiloqram duz əldə olunursa 4 tonundan nə qədər duz əldə olunur? Biri vuracam x-a, x bərabər olacaq, 4'ü vuracam 34'ə. Düzdür? 4 4'ün 16, 4 3'ün 12, o da 1, 13. 136 kiloqram. Burada da eyni ilə 1 tonundan 32 kiloqramsa 4 tonundan nə qədər duz əldə eləmək olur? X 4 2'in 8 eləyəcək. Burada x-i 1'ə vuracam. X-i tapmaq üçün 4 2'in 8, 4 3'ündə 12, 128 budur, 136 bu. Böyükdən kiçiyə çıxsam nə qədər qalır? 8. Ancaq bu bütün məsələlərdə keçərlidir bu yazdığım qayda. Digər qayda odur ki, hər ikisində eyni miqdarda, yəni 4 ton suya əsaslan təyin edirəm. Birində 34 promillidir, digərində isə 32 promillidir. Deməli, böyükdən kiçiyə çıxsam 2 promilli, 2 qram, yəni litrində, tonunda da 2 kiloqram duz fərqi var. Əgər 1 tonunda 2 kiloqram duz fərq varsa, 4 tonunda nə qədər duz fərqi olur?
8 8. sual. Təbii ki. Bir qaranlıq məqamı yoxdursa, növbəti sual. Müəllim 61-dən də baxa bilərəm. 61. Bəli. Sən bayaqlar çıxmışdın internetdən yoxsa necə? Ya yeni qoşuldun? Yox, qoşulmamışdı mənim onda. Aha. Agroiqlim ehtiyatı, agros əkin yeri deməkdir. Əkin yeri. Əkin yeri harda həyata keçirilir? Əsasən isti elniklərdir. Günəş işığı və istiliyin çox olduğu yerlərdə. Əgər harda günəş işığı və istiliyi azsa, yəni dağlıq ərazilər və ya qütb ətrafı ərazilərdirsə, deməli o ərazilərdə əkinçiliyi inkişaf etdirmək mümkün deyil. Orada ancaq heyvandarlığı inkişaf etdirirlər. O səbəbdən baxırıq, günəş işığı və istiliyi hara azalır? 2 azalır 1, məsələn. 2. Bəli, 1 azalır, 4 azalır. Ona görə cavablarımız bu olacaq. Günəş işığı və istiliyinin çox olduğu əraziləri götürəcək. Agroiqlim ehtiyatları ilə yaxşı təmin olunan ərazilər. Sonra sual var uşaqlar, buyurun zəhmət olmasa. Müəllim. 68. 68. Bəli. Deyir, Bazardüzü zirvəsindən Kür çayına kimi landşaft tiplərinin müvafiq ardıcılığı. Azərbaycanda Böyük Qafqaz dağları Azərbaycanın elə bir dağıdır ki, Azərbaycanda rast gəlinən bütün təbii landşaftlara onda rast gəlinir. Onun ən yüksək zirvəsi təxminən 3900 metrdən yuxarı bizdə qar xəttidir. Yəni daimi orada temperatur 0 selsiyadan aşağı olur ki, daimi qar və buzlaqlar olur. Biz onu nival deyirik. Nival landşaft və yaxud buzlaq. 3900-dən 3000-ə qədər olan ərazilərimiz subnivaldır. Subnival necə əraziyə deyirlər? Subnival müvəqqəti qar və buzlaqlar örtülü olur. Yəni qışda temperaturun 0-dan aşağı olduğu ərazilərdə qar və buzlaqlar ərimir. Yaz dövründə, yayda yenidən havalar istiləşəndə orada qar və buzlaqlar əriyir. Buna da subnival deyirik. 3000-dən 2000-ə qədər istisna olaraq Babadağın şimalında biraz meşələr yuxarıya qədər yayılıb 2200-dən 2200-ə qədərdir. Dağ çəmənləridir. Dağ çəmən. İzah edəcəm sonra bunları. Demək, aşağı düşdükcə bitkilər inkişaf eləməyə başlar. Sonra 1800-2000-dən və yaxud Babadağın şimalını götürsə 2200-dən 600-800 metr hündürlüklərə qədər dağ meşələri yayılıb. Dağ meşəsi. 600-dən 400-ə qədər dağ çölləri. Quraqlıq artır deyə ətəyə yaxınlaşdıqca düzənliklərə dağ çölləri formalaşıb əsasən. Ondan sonra quru çöllər və yaxud yarım səhra inkişaf edib. Ki, Azərbaycanda Böyük Qafqaz məhz ideal dağdır ki, Azərbaycan ərazisində dediyi yayılan landşaftlara bax, bu ardıcıllıqlar rast gəlinir. Əgər digər dağlarımıza baxsaq, məsələn, deyək ki, Kiçik Qafqaz dağları. Kiçik Qafqaz dağlarının hündürlüyü 3724-dür. Bizdə də qar xətti 3900-dən keçir. Deməli, bunda buzlaq, nival olmayacaq. Kiçik Qafqazda nival yoxdur. Nivala minus işarəsi. Bir də Kiçik Qafqazın ətəyi mülayimdən başlayır, yarım səhradan deyil. O səbəbdən çöldən başlayır. Yəni, bunda yarım səhra yoxdur. Yarım səhra Kiçik Qafqazda silindi. Naxçıvan dağlarında, yəni Zəngəzur dağlarında meşə yoxdur. Çünki Naxçıvan dağları kontinental iqlimdə yerləşir. Mülayim isti iqlim orada, Azərbaycanın ən əlverişli iqlimi, mülayim isti iqlim yox deyə kontinentallıqla əlaqədar meşələr tam zolaq əmələ gətirə bilmir. Talış dağları da alçaqdır deyə onda landşaft azdır. Düzən meşədən başlayır, dağ meşəyə keçir. Sonra dağ çəməni olmalıdır, amma Talış dağlarında inversiya baş verir. Hündürlüyə qalxdıqca İran yaylasından gələn tropik hava kütlələrin təsiri ilə yağıntı artmaq əvəzinə azalır. Bu səbəbdən Azərbaycanda bütün dağlarda hündürlüyə qalxdıqca rütubət artsa da Talış dağlarında rütubət azalır, quraqlıq yaranır. Nəticə etibarilə dağın ətəyində rast gəlinən çöl zonası və ya kserofit kolluqlar, quraqlığa dözümlü bitkilər, kserofit kolluqlar Talışın yuxarı hissəsindədir. Bu istisna bir haldır Azərbaycan üçün. Buna inversiya deyirik. İndi gəldik sualımıza. Sualımız yəqin ki, aydın oldu. Kür çayda bilirsiniz ki, yarım səhradır, düzənliyi çatıb artıq. Demək, Bazardüzüdən aşağıya doğru ensək, hansılar olacaq? Nival, dağ çəmən, dağ meşə, dağ çöl, yarım səhra. Aydındır. Bəli, mənim, çox sağ olun. Sadəcə ortaqda bir dənə subnivalı qeyd eləməyib, o da müvəqqəti qar buzla örtülü olur, sonra isə yəni azad olur, isti dövrdə buzlaqlardan azad olur. Sonra hansı sual? 71.
71. Azərbaycanda tektonik sınma zonalarına aid olmayan xüsusiyyət. Tektonik sınma zonaları hansı ərazilərdir? Bir dənə nümunə göstəreyim. Məsələn, Ön Qafqaz çökməsi, hansı ki Samur Dəvəçi ovalığı Azərbaycanın şimal-şərqindədir. Ondan sonra Böyük Qafqaz gəlir. Sonra yenə Kür dağ arası çökəkliyi. Kür dağ arası. Sonra Kiçik Qafqaz gəlir. Baxın, bu ərazilərdən sonra Kiçik Qafqazdan sonra Araz boyu əyilmə gəlir. Araz boyu əyilmə. Keçən dərs bunları xəritədən göstərdim. Buradan ikisi qalxmadı. Qalxma. Bir də Böyük Qafqaz qalxmadı. Üçü də enmədi. Deməli, qalxmaların ətrafında enmələr mövcuddur. Əgər Ön Qafqaz aşağı əyilirsə, Böyük Qafqaz yuxarı qalxırsa, Kür çökəkliyi enirsə, burada nə baş verəcək? Deməli, bu obyektlər arasında süxurların meyilliyi artacaq. Yəni, biri yuxarı qalxır, biri aşağı enir. Meyilli ərazilər meydana gəlir. Yəni, belə. Sonra, biri yuxarı hərəkət edir, biri aşağı. Yəni, süxurlar öz yerini dəyişir. Nəticə etibarilə tektonik proseslər aktivləşir. İntensiv, məsələn, necə Şamaxı İsmailli Kür çökəkliyi ilə Böyük Qafqazın arasındadır. Gəncə, məsələn, Kür çökəkliyi ilə Kiçik Qafqazın arasındadır. Orada seismik proseslər Azərbaycanın digər yerlərinə nisbətən daha güclüdür. Demək, seismik proseslər aktivdir. Dağ yamacları dikdir. Çünki dağlar yuxarı düzənlər aşağı enir. Meyillik fərqi yaranır. Bir də süxurlar hərəkət edir və tektonik proseslər fəal deyə süxurların temperaturu yüksək olur. Termal və mineral sular yaranır orada. Yəni, orada olan yeraltı suların temperaturu digər ərazilərlə müqayisədə daha isti olur. İndi baxırıq suala. Aid olan mən dedim, düzdür? İndi aid olmayan. Dağ yamacı dikdir, aid olandır. Deməli, bunu silirik. Bizə aid olmayan lazımdır. Tektonik sınma zonalarına aid olan. Bir dəqiqə üzürlüsən. Demək, doğru qeyd elədik. Dağ yamacları dikdir. Təbii ki, doğrudur. Yanlış ifadə. Tektonik proseslər intensiv gedir. Doğrudur. Bizə aid olmayan lazımdır. Demək, 1-2-ni atacağıq. 3, 4, 5. Çökmə süxurların qalınlığı çoxdur. Meyilli ərazidə çökmə süxur toplanmaz. Çökmə süxur hara çökür? Düzən ərazilərə, çökək yerlərə. Sonra tektonik proseslər zəifdir. Bu da yanlışdır, fəaldır. Vulkanlar mövcuddur. Azərbaycanda fəaliyyətdə olan vulkan mövcud deyil. Azərbaycanda olan bütün vulkanlar sönmüşlərdir. Yalnız yalançı vulkanlar fəaliyyətdədir. Onlar da əsas vulkan sayılmır. Hansı ki, onlara palça vulkanı, psevdo vulkanlar deyilir. Onlar da həqiqi sayılmadığına görə Azərbaycanda fəaliyyətdə olan vulkan mövcud deyildir. Sonra 75 müəllim. 75-ci sual. Deyir ki, Tataristan, Azərbaycan, Özbəkistan. Tataristan harda yerləşir? Rusiyanın cənubunda, Qazaxıstan tərəf. Volqa, Ural regionunda. Volqa çayının ətrafındadır. Demək, Azərbaycan məlum məsələdir. Özbəkistan da bilirsən, Mərkəzi Asiyadadır. Özbəkistan. Demək, Sibir regionunda yerləşən türk dövlətləri deyil. Sibir regionunda hansılar var? Altay, Xakasiya, Tıva, bir də Saxa-Yakutiya. Bu 4 dənə dövlət Rusiyanın tərkibində Sibir regionuna aiddir. Yəni, Uraldan şərqdə yerləşir. Çin Respublikası ilə həmsərhəddir. Çin Respublikası ilə Qazaxıstan həmsərhəddir, Qırğızistan həmsərhəddir, Altay həmsərhəddir. Yəni, bunlar həmsərhəd deyil. Bunlardan nə Azərbaycan, nə Özbəkistan Çindən həmsərhəddir, nə də Volqa, Ural da Şərqi Avropadadır. Çin isə Asiyadadır. Bir hissəsi mərkəzdə düşür, bir hissəsi də şərqə. Yəni, qətiyyən Volqa çayı ətrafında deyil də. Yəni, bilirsiniz də, yəni, Çin hara? Şərqi Avropa düzənləyərək. Sonra digərlərinə baxaq. Deyir ki, Sibir regionunda getdi. Bunlardan biri deyil. Demək, baxır, üzən platforma istehsal edir. Sizcə üzən platformanı kim istehsal edər? Platforma hamar, nisbətən sabit bir şey deyildir. Azərbaycana lazımdır. Niyə? Çünki, məsələn, deyək ki, Xəzər dənizinin altında neft, bu yer qabığının altında neft anbarı var. Deyək ki, neft çıxarmaq lazımdır. O platforma dediyimiz o sabit metal kütləsi var. Bəzən dənizdən baxanda, dəniz kənarında görürük. Bax, onları gəmilər vasitəsilə sürükləyib gətirirlər bura. Məsələn, burada dayanır o. Başlayırlar buradan həmin o quyunu qazmağa. Və nəticə etibarilə faydalı qazıntını daşırlar platformaya.
Platformadan gəmiyə yükləyirlər və yaxud yaxınsa boru kəməri vasitəsilə quruya köçürürlər. Bu Azərbaycana lazımdır. Çünki o birilərdə dənizdə nə Tataristanın dənizə çıxışı yoxdur, nə də Özbəkistanın. Sonra gəldik Kamaz. Kamazı Tataristan istehsal edir. Volqa-Ural regionunda Tataristan. Bunu uşaqlara mən deyirəm, nə ilə yadınızda saxlayın. Onun paytaxtı Kazan şəhəridir. Kazan. Kazan Kamaz istehsal edir. Özdə bunun Azərbaycanla oxşar cəhəti düşə bilər. Tataristan neft istehsal edən ölkədir Rusiyanın tərkibində. Ondan dostluq neft kəməri başlayır, Almaniyaya qədər davam edir. Və neft kimya sənayesi üzrə Türk dövlətləri içərisində Azərbaycanın oxşar xüsusiyyətə malik olub, neft kimya sənayesi yaxşı inkişaf edib. Bunda da Azərbaycan kimi. Demək, bir də dedik yük avtomobilləri istehsal edir. Kamaz avtomobili paytaxtı Kazandır. Bax, bundan oxşar kimi yadınızda saxlaya bilərsiniz. Sonra Muruntau, ümumiyyətlə qızıl gəldisə Özbəkistan önəmlidir. Çünki Özbəkistan qızıl ehtiyatına görə dünyada məşhurdur. Yəni bu da Özbəkistana aid olacaq. Əgər almaz istəsəydi Saxa Yakutiyanı götürəcəkdik. Olsaydı təbii ki. Əlvan nadir metallar olsaydı, məsələn, Kabarda-Balkar götürəcəkdik, Şimali Qafqazda yerləşən əlvan nadir metallar. Məsələn, elə təbii sərvətlər var ki, ancaq bir ölkə üçün səciyyəvdir. O səbəbdən deyirəm yəni bunları. Demək, bir də bu bir şey də qeyd edeyim, sonra qabağımıza çıxardayım. Bu Volqa-Ural regionunda Tataristanla yanaşı Başqordistan və ya Başqırdistan adlanan dövlət də var. Bir də Çuvaş. Bu Başqırdistan paytaxtı Ufadır. Ural dağlarında yerləşir. Yadınızda saxlayın. Baxın, bu Volqa-Ural ona görə adlanır ki, əslində bunlar üçü bir yerdədir. Məsələn, Tataristanla, Başqırdistanla, həm də Çuvaşla sərhəddir. Ona Volqa regionu yox, Ural regionunda deyilmə səbəbi Başqırdistanın bir hissəsinin məhz Ural dağlarına düşməsidir. Hardan yadımızda saxlayırıq? Onun paytaxtı Ufadır və UAZ avtomobili istehsal edir. Bax, orada Tataristan da avtomobil istehsal edir, bu da. Sadəcə Kamazı Tataristan istehsal edir. Yadınızda qalsın ki, Kazandır paytaxtı, Kamaz istehsal edir. Başqordistan isə Uralda düşən metallurgiya sənayesinin inkişaf etdiyi ölkədir. Çünki Ural təbii sərvətlə zəngindir, filiz var dağlarda. Yəni metal istehsal edir və dediyi UAZ avtomobili istehsal edir. Yəni birdən qarışdırarsınız sonraki suallarda nə varsa qabağımıza çıxar imtahanda və s. Ural, Ufa, UAZ. Yəqin yadda qaldı. Sonra 72-ci sual baxımda zəhmət olmaz. 72-ci sual. Deyir ki, çayın mənbəyi ilə mənsəbi arasında atmosfer təzyiq fərqi 280 mm civə sütunudur. Birinci nə edirəm? Bir, dağ çəkirəm, çayın başlanğıc hissəsi. Çay təbii ki, dağdan başlayır, hansısa bir istiqamətə doğru hərəkət edir. Deyək, məsələn, çay buradan başlayır. Çayın başlanğıc hissəsi nə adlanır? Mənbə adlanır. Çay mənbədən başlayır, mənsəbə doğru hərəkət edir. Gəlib indi düzənlikdə hansısa bir dənizə, çaya və s. tökülür. O olur bunun mənsəbi. Mənsəb onun bitdiyi yerdir. Demək, çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi, baxın bu hündürlük fərqinə çayın düşməsi deyirlər. Mənbənin hündürlüyündən çıxılır, mənsəbin hündürlüyü düşməsi adlanır. Çayın düşməsi, yəni hardan başlayıb harda sonlanır, onun uzunluğuna nisbəti, elə nisbəti çayın meyilliliyini təyin etməyə imkan verir. Burada meyillilik 0,8 metr bölünsün kilometrdir. Bilirsiniz ki, hündürlük metrlə ölçülür, uzunluq isə nə ilə ölçülür? Kilometrlə. Belə. İndi isə mən buradan mənə verilənlərə istifadə edərək mən bunu təyin etməliyəm ki, çayın uzunluğu nə qədərdir? Baxın, çayın mənbəyi ilə mənsəbi arasında 280 mm civə sütunu fərqi var. Yəni bu hündürlüyü, məsələn deyək ki, əgər biz məsəl üçün təzyiqə əsaslanıb hündürlüyü təyin etmək istəsə, bir qaydanı yadımıza salmalıyıq. Ümumiyyətlə, normalda okean səviyyəsində 760 mm civə sütunu təzyiq olur. Hər 10 metr yuxarı qalxanda onun biri azalır. Hər 100-ə nə qədər azalar? Hər 10 metr yuxarı qalxsaq 1 mm civə sütunu azalır. Hər 100-ə 10 mm azalacaq, düzdür? Hər 1000 metrə 100 mm civə sütunu azalacaq. Buradan nə görürəm? Hündürlük nə qədərdirsə, civə sütunu ondan 10 dəfə azdır.
və yaxud civə sütunu nə qədərdirsə, hündürlüyü ondan 10 dəfə artıqdır. Əgər çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 280 mm civə sütunudursa, deməli hündürlüyü bundan 10 dəfə artıqdır. Yəni 2800 metr fərq var. Deməli mən buradan D-ni tapdım. 2800. Demək, düşməsi 2800-dür. Çayın uzunluğuna böləndə 0,8 almalıyam. O zaman el nəyə bərabərdir? Eli necə tapa bilərəm? Ümumi 800-ü böləcək 0,8. 800-ü bölmək Yəni yerləri lazımdır. dəyişdirəcəyik də. Tənansüb kimi kənar ədlərin, orta ədlərin fərqi yoxdur. Bölünən var, bölən məhsuldur, qismət məlumdur. Deməli, böləni tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. 2800-ü böləcəyik 0,8-ə. Onda 0,8 ləğv eləmək üçün hər ikisini ona bölək. Burada budaqlı bölmə ilə həll etsək əgər. 3500 olur. Belə 28.000-i 8-ə böləcəyik təbii ki. Demək 3 dəfə 24, burada 4 qalır. 5 dəfə 40 eləyir, yanına da 2 dənə 0. Bəli, 3500 kilometr. Sonra yəni buradan da aydın görünürdü ki, çayın yəni düşməsi, yəni hündürlüyü bölünüb onun uzunluğuna. Buradan metr bölünüb kilometrədə. Burada da civə sütunu nə qədərdirsə, hündürlüyü ondan 10 dəfə artıq fərqə malik olur. Ona görə rahatlıqla təyin etmiş olduq. Sonra hansı sual? Bu bölmə bitdi. Bəli. Bəli müəllim. Aha. Keçək növbəti suala. Burada 63. deyir ki, tədqiqatçılar Xəzər dənizi sahilindən atmosfer təzyiqinin 763 mm civə sütunu olduğunu müəyyən etdilər. Onlar buradan 41 şimal enliyi üzrə qərbə doğru hərəkət etdilər və bir müddət sonra atmosfer təzyiqi demək 640 olan bir əraziyə çatıblar. Deməli, nə qədər fərq olub? 763-dən çıxacaq neçəni? 640-ı. Demək, 123 mm civə sütunu fərq yaranıb. Bunların Xəzər sahilindən -27-də Xəzər sahili bilirsiniz. Qalxıblar müəyyən bir hündürlüyə, 41 dərəcə şimal enliyi boyunca. Demək, Xəzərdən qərbə gediblərsə, deməli, Böyük Qafqaz dağlarına tərəf gediblər, düzdür? Sola tərəf hərəkət ediblər. Demək, qərbə hərəkət ediblər. Xəzərin 41 şimal enliyi birisi də yuxarı tərəfdir, Azərbaycanın şimal hissəsidir. O da Qafqaz dağlarına uyğun gəlir. İndi 123 mm civə sütunu fərq varsa, başladığı ərazilərlə bitdiyi ərazilər arasında, onda hündürlük fərqi nəyə bərabərdir? 1260. Bəli. Biz dedik ki, civə sütunu nə qədər fərqlidirsə, hündürlük ondan 10 dəfə artıqdır. Deməli, 1230 metr hündürlük fərqinə malikdirlər. Deməli, bunların çatdığı ərazi Azərbaycanda Xəzər sahilindən -27 metrdən demək 1230 metr hündürlüyə malikdir. Onda bunlar neçə metr hündürlüyə çatıblar? Çünki -27-dən başlayıblar Xəzər sahilindən. 1203 metr hündürlükdədirlər. Düzdür? Çünki ara fərqi olmalıdır 1230 metr. 1203-dən də -27-nin çıxanda toplanılacaq da. Deməli, bunların çatdığı yer əsasən təyin olundu 1203 metr hündürlükdədir. 1203 metr bayaq qeyd eləmişdim, Azərbaycanda, Böyük Qafqazda hansı landşafta uyğun gəlir? Yəni, orada təxminən nə yayılıb Azərbaycan arasında? Təməl. Yox, meşə. Bir də yazıram. 400-ə qədər yarım səhra, quru çöldür. 400-600 dağ çölləridir və ya bəzən yuxarıda qalxa bilər 800 metrə qədər. Sonra demək 1800 və ya 2000-ə qədər meşədir. Bəzən bir dənə istisna olaraq Babadağda 2200-ə qədərdir. Deməli, 600-800-dən 1800-2000-ə qədər meşədirsə, deməli, bunlar meşə landşaftında dayanıblar, düzdür? İndi onun aid olan əlamətləri tapacaq. Demək, tədqiqatçıların çatdıqları ərazi ilə bağlı düzgün ifadələr soruşur. Birinci, uşaqlar, bax, mütləq şəkildə sualı düz oxumalıyıq. Bax, özüm də hər dəfə deyirəm, bəzən özüm də səhv oxuyuram. Həqiqi mənada, bəzən həmişə çalışıram düzgünlər seçirəm. O aid olmayanlara, bax, kənara yazmaq lazımdır ki, səhvləri seçmək lazımdır və yaxud düzgün olmayanları seçmək lazımdır.
Burada düzgün olanı soruşur. Arid iqlim təbii ki səhvdir. Çünki Azərbaycanda 1200 metr hündürlüyü 1800 metrə yaxın bir ərazidir, yəni orta dağlıqdır. Deməli burada meşə landşaftı yayılıb. Sonra dağ meşə landşaftı üstünlük təşkil edir 2. Deməli 2 düzdür, 1 səhvdir. Sonra yay otlaqları. Bizdə yay otlaqları dağ çəmənlərdir. 2000-dən 3000-ə qədər başlayır. Onun da meşədən sonra gələn hissəsi adlanır demək subalp. İkisi də çəmənlikdir ha. Yuxarısı adlanır alp. Deyərsiniz nə fərq var? Meşədən yuxarıda hələ hava nisbətən istidir deyə bitkilərin boyu hündür olur. Ondan həm otlaq, həm biçənə kimi istifadə edirlər. Amma alpdan ancaq otlaq məqsədlə istifadə olunur. Çünki boyu alçaq olduğuna görə onu biçib qış dövrünə, yem olmayan dövrə saxlamaq mümkün deyil. Ancaq otarmaq olar. Bir də arıçılıqda istifadə etmək olar da. Çiçəklərindən bal toplayırlar. Yəni hündürlüyə qalxsa bitkilərin boyu alçalır. Dağ çəmənləri yəni 2 qrupa ayrılır da. 2600-ə qədər subalpdır, ondan yuxarı alp çəmənliyidir 3000-ə qədər. Deməli, yay otlaqları geniş yayılıb üstdə ola bilməz. Ölkənin əsas qış otlaqlarıdır. Bu da yanlış ifadədir. Qış otlaqları düzənlikdə olur. Bu ərazi 1200 metrə uyğun gəlir. Dəmiyə əkinçiliyi bəli, su çoxdur da, rütubət çoxdur deyə suvarmağa ehtiyac yoxdur. Dəmiyə əkinçiliyi inkişaf edə bilər. Dəmiyə əkinçiliyi suvarma tələb etməyən, özü təbiətdə inkişaf etməyi bacaran bitkisidir. Dağ meşə olacaq 5-6, yəni 2-5-6 cavabımız olacaq C variantı. Aydın olmayan fikir varsa buyurun. Ya kimisə əlavəsi varsa, həmişə xoşlayıram, kimisə əlavə fikir bildirsin. Əgər hər şey aydınsa, bir narahatçılıq yoxsa, keçək növbəti suala. Deyin növbəti sual. 66. 66. Eroziya bazisi körfəz olan çaylar. Biraz xəritə sualdır, yəni əzbərə bilinməli olan bir sualdır. Demək, Hind çayı biz xəritədən baxsaq görək ki, Ərəbistan dənizinə tökülür. Əslində Ərəbistan əslində körfəzdir. Dünyada yeganə demək olar ki, dənizdir ki, səhvən dəniz adlanıb. Əslində okeanla sərbəst əlaqəyə malikdir. Bu yanlışlıqla dəniz adlandırılıb, körfəzdir. Amma yenə də dəniz adlanır da, yəni bu dənizə tökülür. Deməli bu deyil. Sonra Colorado çayı demək tökülür Kaliforniya körfəzinə. Kaliforniya körfəzi hansı ölkəyə məxsusdur? ABŞ. Yox, Kaliforniya yarımadası da, Kaliforniya körfəzi də. Meksika. Meksika. Həmişə bax o aldadıcı olur. Çünki Kaliforniya deyəndə biz ABŞ-ı həmişə yadımıza salırıq. Çünki o çox yüksək inkişaf eləmiş bir regiondur. Xüsusilə aviakosmik sənaye inkişaf eləyib. NASA orada yerləşir. Silikon vadisi var, elmi tədqiqatlar mərkəzi. Sadəcə olaraq o ABŞ-ın ayrıca bir ərazisidir və ABŞ da, yəni tam bütöv ərazisindədir. Yarımada ərazisi deyil. Yarımada adlanan hissəsi Meksikaya məxsusdur. Körfəz adlanan hissəsi də Meksikaya məxsusdur. Kaliforniya adlanan başqa bir hissədir. Yəni onun şimalı Kaliforniya ştatı ABŞ-a məxsusdur. Yəni o əsas hissədədir. Niger çayı hardadır? Niger çayı Nigeriyadan tökülür. Dünyanın yeganə körfəzidir ki, 4 yarımkürədə yerləşir ki, o da Qivniya körfəzidir. Ekvator və Greenwich meridianlarının kəsişdiyi ərazi. Sonra gəldik digərinə. Mississippi çayı. Mississippi çayı hara tökülür? Meksika körfəzinə. Sonra Rio Grande çayı da onun qonşusundan axır elə. Yəni su toplayıcı hövzələri sərhəddirlər. Hansı ki ABŞ-la Meksika sərhədindən axır. O çay barəsində bir hekayə var kitabda. Deyir, vaxtı ilə Meksika çox yüksək səviyyədə inkişaf eləmişdi. İnsanlar ABŞ-dakı çətinliklərdən qaçmaq məqsədi ilə Rio Grande çayından gizli istifadə edirdilər. İndi isə tam əksinədir. İnsanlar ya Meksikalılar ya da ki Meksikaya gedib oradan gizli ABŞ-a keçmək istəyən insanlar çalışırlar ki, bu çayın üzüb deyək ABŞ ərazisinə daxil olsunlar. Təbii ki, ABŞ patrolları da orada xidmət göstərir. Daimi olaraq növbət çəkirlər bu səbəbdən ki, qaçaq qeyri-legal miqrantlar ölkəyə daxil olmasın. Demək, Mississippi ilə Rio Grande Meksika körfəzinə, Colorado Kaliforniya körfəzinə, Nigerdə Qivniya körfəzinə töküldü. Cavab B variantı oldu. Sonra Mənim 65-də 4-ə baxardınız. 65-də 4-cü sual. 65-də 4-cü hissəyə, yəni 4-cü. Bəli, istəyir.
Demək bu ərazi haradır? Bu Livya'da yoksa Əlcəzair. Əlcəzair. 4. Əhalisi Afro-Asiyadır, düzdür bu. Ümumiyyətlə ərəb ölkələri var ha. Afrikanın şimali ərəb ölkələri də axı. Ərəb ölkələri Afro-Asiya dil ailəsində danışır. Denən niyə? Çünki ərəblərin bir hissəsi Afrikadadır, bir hissəsi Asiyada. Bu səbəbdən bu dil belə adlanır. Afro-Asiya dil ailəsi. Bu əslində belə adlanması biraz daha sadədir. Məsələn, Misirdir, Liviyadır, Əlcəzairdir, Tunisdir, Mərakeşdir. Məsələn, rahatlıqla deyə bilərik ki, Afro-Asiya dil ailəsidir. Yəni Əlcəzair Afro-Asiya rahat gedir. Çünki dedik ki, ərəblərin bir hissəsi də Asiyada, hansı ki, Səudiyyə Ərəbistandır, Küveytdir, Qətərdir, Yordaniyadır, Birləşmiş Ərəb Əmirləridir, İraqdır, Suriya. Bunlar hamısı Afro-Asiyadır. Hətta İsrail ərəb olmasa da o da Afro-Asiya dil ailəsinə aiddir. Bir də Avropada ada ölkəsi var, bir də Malta. Avropada 4 dənə ölkə var, fərqli dil ailəsində danışır. Qalanları hamısı Hind-Avropadır. Biri Maltadır, Avropanın cənubunda. Çox düşən sual deyil, amma deyim, Afro-Asiyadadır. Afrika ilə Avropanın arasında yerləşir o adada, Aralıq dənizində. Digərləri də demək Finlandiyadır, Estoniyadır, bir də Macaristan. Bunlar üçü demək Ural dil ailəsi. Finugor qrupunda danışılır, Ural dil ailəsi. O səbəbdən onlar Avropaya sonradan gəlmə hesab edilirlər. Macaristan, Estoniya, bir də demək Finlandiya. Bəli. Bu 4-də bir səni qane eləməyən nə olub deyə görək. Yəni tam aydın. Aydın. Aha, lap yaxşı. Keçək. Mənim 61-ci suala elə izah edərdim. 65-ci sual yaxşı. Demək deyir ki, ərazisi tropik və subtropik iqlim qurşağında yerləşir. Bu düzdür, niyə? Elə gözümüzlə görürük ki, bunu tropik xətti kəsir. Əlcəzair çox böyük ölkədir, onun cənubundan böyük səhra keçir, tropik iqlimdə yerləşir. Əgər bir ölkə Aralıq dənizi sahilinə çıxırsa, o Aralıq dənizi subtropik iqlimə malikdir avtomatik olaraq. Bu bizim iqlimdir. Yay ayları isti və quraq keçir, qış ayları mülayim yağıntılı keçir. Bu Aralıq dənizi xüsusiyyəti belədir. Afrikanın şimalı da cənub uzqar hissəsi də məhz bu iqlim tipindədir. Çünki Afrikada iqlim uşaqları təkrarlanır. Ekvatordan şimala da, ekvatordan cənuba da bərabər məsafədə uzanır deyə. Şimalda olan eynisi cənubda da var. Nəysə, Əlcəzairə qaydaq. Subtropik və tropikdədir, doğrudur. Ərazisindən keçən Nil çayı. Nil çayına fikir versək, Afrikanın hansı hissəsindən keçir? Şimal-şərq. Afrikanın əsasən bəli, müəyyən qədər şərqinə meyilli şəkildə Misir ərazisindən keçir də, düzdür? Bu hissəsindən. Əlcəzair biraz kənardır ondan. Yəni Misir Sudandan keçir Misrə, Misirdən tökülür Aralıq dənizinə. Yəni Əlcəzairlə Misirin arasında ərazilər var. Tunis məsələn burada görürük bu hissə. Bundan da sonra Liviya gəlir. Sonra Liviyada böyük bir ərazidə, ondan sonra Misir gəlir. Məsələn, deyək Əlcəzair buradadırsa, misal üçün, bundan sonra Liviya var bu hissədə, sonra Misir var. Biraz xəritəni çobud çəkdim düzü. Yəni xəritə yanınızdadırsa oradan da baxa bilərsiniz. Bir dəqiqə görün burada dünya siyasi xəritəsi varsa, yoxdur bu səhifədə. Olsaydı göstərərdim. İndi dünyanın siyasi xəritəsi gəlsə göstərərəm. Deməli, birincisi düzgün fikirdir. Nil çayı isə yanlış fikirdir. Bizdən nəyi soruşur? Düzgün olanları yoxsa yanlış olanları? Birinci ona diqqət eləməliyik. Səciyyəvidir. Deməli, doğru olanları seçməliyik. Bir. Sonra OPEC təşkilatı. Bəli. Liviyadır, Əlcəzairdir, Nigeriyadır, Angoladır, Gabondur. Bunlar Afrikada olan və OPEC-ə üzv olan ölkələrdir. OPEC neft istehsal edən ölkələr birliyidir. Afrikada olanlar da bunlardır. Ümumiyyətlə, bu təşkilata üzv olan ölkələri əzbərləməlisiniz. Sonra əhalisi Afro-Asiyadadır. Bu da doğrudur. Sinay yarımadasında Misir yerləşir. O da yanlış ifadə idi. Ya o Misirin Asiya hissəsi var ha. Süveyş kanalı ayırır. Bax o ərazidir. Sonra 74 müəllim. neçənci sual? 62-yə baxın da, bir dəqiqə getməmişəm. 60. Azərbaycan və Çinə aid olan ümumi əlamətlər. Görək Çinlə özümüzü müqayisə edirik. Əsas çayların əksəriyyəti şərq istiqamətində axır. Bu doğru fikirdir. Niyə? Çünki dünyanın fiziki xəritəsinə baxsaq, Çinin qərbi dağlıqdır. Tian Şan dağları, Tibet dağlıq yaylası,
Şərqi isə okeandır. Deməli, şərqə doğru alçalır və şərqində Böyük Çin düzənliyindən Yansızı, Xuanxe kimi çaylar gəlib Yansızı çayı Asiyanın ən uzun 5800 kilometrə malik olan çay gəlib Şərqi Çin dənizinə. Sarı dənizə isə Xuanxe çayı tökülür. O da elə Tibetdən hər ikisi başlayır. Çin daxilində axınlar uzun olsalar da başqa ölkələr kəsmirlər, yəni tranzit deyirlər. O da gəlib tökülür Sarı dənizə. Baxın, burada Azərbaycana baxaq. Azərbaycanın alçaq hissəsi haradır? Xəzər. Xəzərə doğru Azərbaycan alçalır. Deməli, çaylar hansı tərəfə doğru axacaq? Xəzərə. Məsələn, Talışdan başlayıb Xəzərə tökülür. Böyük Qafqazdan başlayıb Xəzərə. Və yaxud da ki, Kür çayının, məsələn, dağlardan başlayıb Kür çayına və ya Araza tökülür. Onlar vasitəsilə də nəhayətində gəlib yenə Xəzərə tökülür. Yəni, bu o demək ki, Azərbaycanın hansı tərəfinə axır çaylar? Sağ tərəfinə. Sağ tərəf hansı tərəfdir? Şərq tərəfi. Demək, hər ikisinin oxşar cəhətidir. Çaylar əslən şərqə axır. Bitkiçilik bizdə də, Çində də yaxşı inkişaf edir. Belə çaydır, nə bilim, düyü, çəltikdir, taxıldır. Bunlar hamımızda əkilən. Sadəcə bizdə də düzdür, bəzi məhsullar tələbat ödəmir. Orada da əhali çoxdur deyə çox istehsal olunsa da ancaq öz daxili tələbatlarına daha çox xidmət göstərir. Çünki Çinin əhalisi böyüdü deyə, yəni belə deyə, əhalisi böyüdü deyə tələbat çoxdur, istehlak çoxdur. O səbəbdən bitkiçilik yaxşı inkişaf etsə də bəzi sahələr üzrə ölkə daxili tələbat tam şəkildə ödənilmir, yaxud da yalnız ölkə daxili tələbata yönəlibdir, belə deyək. Şərq hissəsində yayı quraq keçən mülayim istidir. Bax, bu yanlış fikirdir. Çinin şərqi mussona düşür. Musson belədir. Keçən dəfə izah eləmişdim bunu. Yay aylarında materik tez qızır, okean isə gec. Çünki okeanın istilik tutumu çoxdur. Günəş işığı düşsə də dərin kütlələrə buraxır deyə sürətli şəkildə qızmır. Amma torpaq şəffaf deyil deyə istiliyi qəbul etsə də dərinə buraxa bilmir. Nazik səth örtüyünü günəş işığı tez qızdırır. Yayda torpağın üstü isti olur. Okean isti soyuq. O səbəbdən soyuq hava ağır olduğu üçün yayda okeandan quruya doğru külək əsir. Və okeandakı rütubəti, buxarlanmış havanı yayda Çinə, Yaponiyaya, Koreyaya gətirir. Və bu səbəbdən yayda bol miqdarda yağıntı alır. Ona görə üçü götürə bilməyəcək. Bizdən fərqli olaraq orada yay rütubətli keçir. Elektrik enerjisinin bir hissəsi AES, bizdə atom elektrik stansiyası yoxdur. Ən hündür dağlar ölkənin şimal şərqindədir. Şimal şərqi Çinin yanlış ifadədir. Qərb tərəfindədir əsasən. Yəni Mərkəzi Asiya tərəfdədir. Şimal şərqində düzənliklər və qədim Xinqan dağları müəyyən qədər əraziyə uyğun gəlir. O da qədim dağlardır. Bu yanlış ifadədir. Bizdə Rusiya ilə quru sərhəddi var. Təbii ki, doğrudur bu da. Demək, cavab oldu 1-2-5. 1-2-6 üzrlüsən. 1-2-6. Y variantı. Sonra 72-ci sual. 70-də xanım. Bir dəqiqə 70-ə keçək. Sonra 72 idi, sonra 70 dediniz. Bəli. Abşeron yarımadasında əhalinin sıxlığının yüksək olmasını zəruridir. Abşeron yarımadasında əhalinin sıxlığının yüksək olması nəyi zəruridir? Təbii ki, deyir, burada dəmiyə əkinçiliyi. Abşeronda əhali çoxdur deyək. Tələbat da böyük də bitkiçiliyə. Məsələn, ərzaq məhsulları. Burada dəmiyə əkinçiliyini inkişaf etdirmək olar. O təbiətdən asılı bir şeydir. Su olmayan bir yerdə dəmiyə əkinçiliyini inkişaf etdirmək olmaz. O səbəbdən burada əhali nə qədər artmış olsa da belə, yəni bu əkinçilik növü burada inkişaf edə bilməz. Mənim dəmiyə əkinçiliyi dağlıqda çox olur ən çox. Bəli, bəli. Bizdə rütubət olan ərazilərdə olur. Yəni rütubətli düzənliklərimiz və dağlıq ərazilərimizdə dəmiyə əkinçiliyi inkişaf edir. Əsasən bizdə elə dağlığa uyğun gəlir. Bizdə Lənkəran ovalığına düzdür çox yağış yağır, amma onun da çox hissəsi 80% ilin soyuq dövründə düşür deyə. Yayda yenə orada su varılır. Sonra regionların inkişafı üzrə dövlət proqramını həyata keçirmək. Baxın, bu düzdür. Niyə? Baxın, insanlar hər gündən günə, demək, vaxt keçdikcə Abşerona yığışır da, belə deyək. Bakı və onun ətrafıdır. Biz nə etməliyik bunun qarşısını almaq üçün? Özdə bizdə bunun böyük problemləri var. Biz regionları inkişaf etdirməliyik ki, insanlar öz yerlərində qalsınlar. Yerli əmək ehtiyatlarından regionlarda səmərəli istifadə. Bunun üçün əmək tutumlu təsərrüfat sahələrini inkişaf etdirmək lazımdır. Və Azərbaycanda sənayenin bir tərəfə cəmlənməsinə, yəni monosentrik təsərrüfata qarşı
biz regionları inkişaf etdirib polisentrik təsərrüfata keçməliyik. Çox mərkəzli, ölkə hər tərəfli şəkildə inkişaf eləməlidir. Sonra sıx məskunlaşmış ərazilərdə, torpaqlarda maksimum səmərəli istifadə. Bu müəyyən qədər müsbət fikirdir. Torpaqdan səmərəli istifadə bu qalsın. Ölkə üzrə təsərrüfatın ərazi quruluşunun çox mərkəzli formasına keçirilməsi. Bəli. İnsanlar niyə bura axın edir? Çünki regionlarda iqtisadi inkişaf zəifdir. Bu səbəbdən əmək ehtiyatları işlə təminat olmadığına görə, əhaliyə göstərilən xidmətin keyfiyyəti aşağı olduğuna görə insanlar bu regiona gəlirlər. Deməli, o zaman o əraziləri də inkişaf etdirmək lazımdır. Otlaqların əkin yeri kimi istifadə olunması. Ümumiyyətlə, burada o qədər də yəni otlaqlar yaxşı deyil. Həm də burada otlaq sahələri, məsələn, Qobustan tərəfdə müəyyən qədəri var. O da rütubət çatışmamazlığı mövcuddur. Eyni zamanda meyilliyi çox olduğuna görə onu suvarmaq mümkün deyil. Torpaqlar eroziyaya məruz qalır və yararsız vəziyyətə düşür deyə. Yəni, burada qış otlaqlarını biz əkin yerinə çevirə bilmərik. Göllərin qurudularaq istifadə edilməsi. Göllər də bilirsiniz ki, təbii komponentlərdir. Onların əsasən qurudulması ətraf mühitdə bir sıra dəyişikliklərə səbəb ola bilər. Nəticə etibarilə, yəni o da ətraf mühitin pozulmasına gətirib çıxara bilər də. Təbii komponentlər arasında əlaqəni qırırıq burada. Kompleksi məhv edirik. O səbəbdən elə sıx məskunlaşmış ərazilərdə torpaqlardan maksimum səmərəli istifadəni götürəcək. 1, 2, 3, 4-ü. C variantı. Səmərəli istifadə ümumiyyətlə hər halükarda keçərli ifadədir. Ümumi anlayışdır da bu. Demək olar ki. Yəni, çox vaxt müsbət fikir olaraq əksər cavablarda götürülür. Sonra 72-ci sual. 72-ci sual. Demək, gəldik bura. Təbii artımın yüksək, urbanizasiya səviyyəsi aşağı. Təbii artımı aşağı, urbanizasiya səviyyəsi yüksək. Həm təbii artım, həm də urbanizasiya səviyyəsi yüksəkdir. Demək, burada nəyə diqqət yetirəcək? Ümumiyyətlə, əgər bir ərazidə təbii artım yüksək, urbanizasiya səviyyəsi aşağıdırsa, deməli bu kasıbdır. Yəni, inkişaf etməkdə olan ölkələrdir. Niyə? Çünki bu ölkələrdə əhali sürətlə artır, demoqrafik siyasət nizamlana bilmir də, yəni işsizlik olmasına baxmayaraq yenə insanlar çoxalır. Bunun səbəbləri var, onları əhalidə keçəcəyik. Yəni bu insan çox sürətlə artır, amma şəhər əhalisi azdırsa, urbanizasiya səviyyəsi şəhər əhalisi deməkdir. Şəhər əhalisi azdırsa, deməli əhalinin çox hissəsi kənddə yaşayır və kənd təsərrüfatına məşğuldur deməkdir. O səbəbdən kasıb regionlardır. Sonra təbii artımı aşağı, doğulanların sayı az, amma şəhər əhalinin payı yüksəkdir. Deməli, bu varlı ölkədir. Yəni, inkişaf etmiş ölkədir. Çünki Avropa ölkələrində və ya Şimali Amerikada və s. yəni inkişaf etmiş ölkələrdə təbii artım azdır. Az uşaqlığa meyilliyi var. Həyat səviyyəsi yüksəkdir və əhalinin çox hissəsi şəhərlərdə, müxtəlif sahələrdə çalışır. Kənd təsərrüfatında çalışanların payı azdır. Demək, qaldı digəri, həm təbii artım yüksəkdir, həm də urbanizasiya səviyyəsi. Əgər təbii artım yüksəkdirsə, inkişaf etmiş ölkə deyil. Çünki inkişaf eləmiş ölkələrdə təbii artım az olur. Ancaq urbanizasiya səviyyəsi də yüksəkdir burada. Bu istisna olaraq bəzi ölkələrdə mümkündür. Məsələn, kasıb regionlar var, Latin Amerikası kimi. Bu ölkələrdə bizdəki kimi kənd yerlərində həyat səviyyəsi çox aşağıdır deyə insanlar kəndlərdən boşalır, şəhərlərə axın edir. Bu da şəhərin süni şəkildə inkişafına, yalançı urbanizasiya səbəb olur. Argentinaya baxsaq, dünyada bir neçə ölkə var ki, şəhər əhalisi 90%-dən çoxdur, yəni kənd əhalisi 10%-dən azdır. Bir də Argentinadır. Avropanın Fransasından, nə bilim, İngiltərəsindən qabaqdadır, yəni belə deyək. Niderland, Belçika kimi, Singapur, nə bilim, kiçik şəhər dövlətləri var. Onlar kimi əhalisi az qala 100% şəhər əhalisi olur, az qala, belə deyək. 90% üzərindədir. Ancaq Argentina ilə inkişaf eləmiş ölkə deyil axı. Niyə onda burada şəhər əhalisi yüksəkdir? Kənd əhalisinin payı azdır. Çünki onlarda demək insanlar məhz şəhərlərə axın edirlər. Kənd həyat səviyyəsi həddindən artıq çətindir, belə deyək, zəif inkişaf edib. Demək, buna da biz aid eləyəcəyik Latin Amerikasına. Xüsusilə bu Meksika və ondan cənubda qalan ölkələr üçün səciyyəvdir bu ifadə. Bir də İran körfəzi var, ərəb ölkələri. Ərəb ölkələrində də səhralar üstünlüyü təşkil edir.
Və neft sənayesinin inkişafı ilə əlaqədar şəhərlər yaranır və şəhərlər böyüyür sürətli, yeni iş yerləri açılır. Baxmayaraq ki, inkişaf etmiş region deyil, amma şəhər əhalisi yüksək sürətlə inkişaf edir, çoxalır. Burada bu da inkişaf etməkdə olan regiondur. O səbəbdən təbii artım yüksəkdir. Özdə bunlar belə bir qayda var. Təbii artım kimdə yüksəkdirsə azaltmağa çalışırlar. Kimdə azdırsa çoxaltmağa çalışır. Amma bunlarda təbii artım yüksəkdir, yenə də yüksəltməyə çalışırlar. Azaltmağa qarşı görülən bütün tədbirlər qadağandır. Niyə? Çünki neft sənayesi ilə əlaqədar çoxlu işçi qüvvəsinə tələbat var. O səbəbdən əhalinin təbii artımı yüksək olsa da, onun qarşısını almağa yox, əksinə onu artırmağa çalışırlar ki, neft sənayesində işçi qüvvəsinə yaranan tələbatı öz əhaliləri hesabına ödəsinlər. Daha Pakistandan, Hindistandan gələnlərin yox. Çünki bu Bəhreyn kimi, Küveyt kimi ölkələrdə, Qətər kimi ölkələrdə işçilərin çoxu demək gəlmələrdən təşkil olunur. Bu da dövlət üçün biraz sərfəli deyil. Həm təhlükəlidir, həm başqa millətlər etnik baxımdan, mədəniyyət baxımından fərqlidir deyə istəmirlər, yəni başqa ölkələrdən insanlar gəlsin. O səbəbdən bunlar artırmağa çalışırlar. Yəni bunlarda da təbii artım yüksəkdir. İndi gəldik sualımıza. Üçüncüyə aid olacaq hansı? İran körfəzində olanlar, bir də And ölkələri, Latin Amerika, Cənubi Amerika ölkələri. İkinciyə aid olacaq inkişaf edilmiş ölkələr, Cənubi Avropa, sonra Baltikanı Avropa ölkələrini götürmək olar. Hansı ki, onlar inkişaf etməsə də Estoniya, Latviya, Litva, Polşa kimi ölkələri deyirlər adətən Baltikanı. Düzdür, Baltika başqaları da çıxır, Finlandiya çıxır, İsveç çıxır, sonra Almaniya. Amma bunlara Baltikanı ölkələr deyəndə daha çox dediyim ölkələr Estoniya, Latviya, Litva, Polşanı nəzərdə tutulur. Sonra gəldik digərinə, birinciyə də lap kasıbları seçəcəyik. O da Cənubi Asiya, Hindistan, Bangladeş, Pakistan, Şri-Lanka və digəri Şərqi Afrika. Bunlarda vəziyyət daha pisdir. Hindistanda 32% insan şəhərdə yaşayır, qalan kətdədir. Çin buna nisbətən daha yaxşıdır. Çin ortadır, Hindistan aşağı. Çində 53%, bizlə eynidir. Urbanizm səviyyəsi ortadır. Çin Şərqi Asiyadır. Bunlar Hindistan, Cənubi Asiya. Belə. Bir qaranlıq məqam varmı? Xeyr mənim. Aha. Biraz suala çox vaxt ayırıram. Əgər narahatçılıq varsa sürətli şəkildə də qeyd edə bilərəm təbii ki. 75. 75. 75. 71, 5. 5 mənim 5. 5. Müəssisənin illik enerji tələbatını ödəmək üçün 80.000 ton neft lazımdır. Nefti əvəz etmək üçün isə müəssisəyə neçə ton daş kömür lazım olar? Ümumiyyətlə, beynəlxalq vahidlər sistemində istilik əmsalı olaraq 1 kiloqram daş kömürün yanmasından əldə olunan enerji istilik əmsalı kimi qəbul olunur. Demək, kalori. Neft yananda 1 litr 10.500 kalori enerji verir. Onda əgər daş kömürü biz 1 qəbul etsək, orta ölçü kimi. Məsələn, digər planetləri ölçəndə yerin kütləsini 1 qəbul etmişik, digərlərini ona əsasını təyin edir. Əslində, yerin təbii ki, çəkisi 1 deyil ki, sadəcə olaraq ölçü vahidi kimi. 1 kiloqram istilik əmsalı deyəndə 7000 kalori enerji nəzərdə tutulur. Demək, neft isə 10.500-dür. Deməli, əmsalı ondan 10.500-ü 7000-ə bölsək 1,5 dəfə artıq olmuş olacaq. Yəni, görəcəyik ki, 1,5 dəfə artıq enerji verə bilir. Qazda belədir. 1 kubmetr qaz 9800 kalori enerji verir. Əmsalı 1,4-dür. 9800 7000-ə böləndə. Məsələn, torf var 1 kiloqram yananda 3500 kalori enerji verir. O daha azdır. Ona görə torfdur, şisti, məsələn, şistin 1 kiloqram yananda 2100 kalori enerji verir. Torf 0,5-dir, burada 0,3. Demək, bunlar o qədər də çox istifadə olunmur. Daxili tələbat da daha çox. Əsas neft, qaz, daş kömürdür. İndi burada neftin daş kömürlə müqayisəsinə baxacağıq. Deyər, nefti əvəz etmək istəyirik. Nefti daş kömürlə əvəz etmək istəyiriksə və eyni miqdarda enerji almaq istəyiriksə, səncə daş kömürü artıq götürməliyik, yoxsa az götürməliyik? Məsələn, deyək ki, sənin zavodun var, orada Artıq götürməliyik. hər il, məsələn, deyək ki, 100 ton, daha doğrusu elə özü verib də olduğunu yazaq, 80.000 ton
Neft yandırırsan və bu neft sənin bir illik enerji olan tələbatı ödəyir. İstəyirsən növbəti il planlaşdırasan ki, burada daş kömürü yandırasan. İndi eyni miqdar, axı sənə eyni miqdarda enerji lazımdır. Çünki zavodun illik enerjiyə olan tələbatı eyni olur adətən. Yəni müəssisədə işləyən aparatlar eyni miqdarda enerji istifadə edəcək. İndi daş kömürü çox götürüb yandırmaq lazımdır, yoxsa az? Təbii ki, çox. Niyə? Yanma daş- qabiliyyəti az. Yol vahidi azdır olduğuna göre. 1,5 dəfə az olduğuna görə bu birdir. Neft ondan 1,5 dəfə artıqdır. Artıq enerji verir. Deməli, daş kömürü neftdən 1,5 dəfə artıq götürmək lazımdır ki, neftdən əldə edə biləcəyimiz enerjini məhz daş kömürdən əldə edə bilək. O zaman 80 min tonun 1,5'ə vurub, yəni miqdarını təyin edəcəyik. Yəni 1,5 dəfə artıq olan daş kömür məhz neftin kütləsinə bərabər olacaq. Və yaxud belə də eləyə bilərik, yarım dəfə 0,5 dəfə gördüyünüz kimi burada yəni 0,5 fərqləri var. Neft 80 mindirsə, onun yarısını onun üzərinə gəlirik. 40 min. 120 min edəcək. Belə. Və yaxud 1,5'i 80 minə vuracaq, elə o da 120 min edəcək. 120 min ton daş kömür, 80 min ton neft qədər enerji vermə qabiliyyətinə malik olacaq. 74-də baxardı istəməli. 74-cü sual. Deyir ki, Naxçıvan Muxtar Respublikasında 2005-ci ilin əvvəlində əhalinin sayı 380 min nəfər. 2012-ci ilin əvvəlində isə 421 min nəfər olmuşdur. Bu dövr ərzində iqtisadi rayonda miqrasiya hesabına əhalinin sayı 6,8 min nəfər artmışdır. Verilmiş müddət ərzində təbii artımın neçə faiz olduğunu müəyyənləşdirin. Birinci nə edə bilərik? Verilmiş müddəti soruşur. Bizə illik fərqi soruşmur deyə. Bu illərin o qədər də mənası olmayacaq burada. Aydındır. Əgər orta illiyi desəydisə, mütləq illərin sayına böləcəkdik aldığımız cavabı. Orta illikdə bax buna diqqət etmək lazım. Bu ümumi soruşur. Deyir verilmiş müddət ərzində. Yəni keçən bu illər ərzində nə qədər artım müşahidə olunub. Baxıram əvvəl nə qədər olub? 380 min. Həmişə əvvəl var ha, əvvəl. Bax bu əvvəl 100%'dir. Düzdür? Demək, nə qədər insan dəyişikliyi baş verib? 420 minə qalxıb da, düzdürmü? Elədir. Nə qədərdən? 380 mindən. Nə qədər insan artımı müşahidə olunub? 41. Demək, 41 min. 41 min artıb. 41 minin 6,8 mini 6,8'i nəyin hesabına artıb? Miqrasiya hesabına. Deməli, gələn hesabına çoxalıb. Deməli, normalda təbii artım nə qədərdir onda? Demək, 41'dən çıxacaq 6,8'i nə qədər eləyəcək? Demək, 4200. demək, nə oldu? 34.200. 34,2 min. Belə. İndi bu oldu bizim təbii artımımız. Düzdür? Yazıram bura. 34,2 min nə qədər insan etmiş olar. Və salam. Yəni, artan insanı nə qədər insan artıbsa, əvvəlki əhalinin üzərinə artıbdı o, düzdürmü? Məsələn, deyək, mənim cibimdə 200 manat pul var idi. Üzərinə 5 manat da pul qoydum. Mən fikirləşirəm pulum neçə faiz artdı? Həmin o 5'i böləcəm cibimdəki pula da, düzdür? Ki, onun üzərinə əlavə olunub. Mən də nə edirəm? 34,2 mini bölürəm 380 minə. Yəni, ədədi faiz göstərən ədədə bölüb 100'ə vururam. Yəni, burada da tənasüb kimi 380 min ümumi əhali, əvvəlki əhali 100%'dirsə, artan insan nə qədərdir? 380 minə 100% uyğun gəlirsə, 34,2 min neçə faiz təşkil edir? Və yaxud da ki, 34,2 min 380'in neçə faizidir? Fərqi yoxdur, necə səsləndiririk eləyə, axır ki, eyni cavabı almış olacaq. 380 min x-ə vururam, 34,2 mini də demək 100'ə. Bölürəm sonra təbii ki 380 minə.
Burada minlər ixtisar gedəcək. O belə də, yəni burada da yazım aydın şəkildə olsun. 34,2000 olsun 100. Minlər buradan ixtisar getdi. Bunda da 1000 idi də. Qaldı 100-dən də bu ixtisar getdi sıfırlar. 34,2-ni vurdum ona 342 böləcəm neçəyə? 38-ə. Neçə 9 alınır? 20. 9. Və salam. Sonra 76. 76-cı sual. 76. Deyir ki, verilən qrafik hansı istiqamətə uyğun gəlir? Burada bizdə belə bir, ümumiyyətlə ərazidə, dağlıq ərazilərdə belə bir xüsusiyyət var. Düzənliklərimiz buludsuzdur. Buludsuz olduğuna görə günəş radiasiyası çox düşür. Dağlara qalxdıqca radiasiya azalır. Niyə? Dağlarda bulud var. Amma adətən buludlar bizdə 2000-ə qədərdir. 2000 metrdən sonra yenə dağların zirvəsi buludlardan yuxarıdır deyə günəşdən gələn şüalar aydın şəkildə düşür. Yəni deyək ki, günəş şüası düşürsə, bizdə həm dağların zirvəsinə, həm də düzənliklərə çox düşür. Bir dənə az düşən isə ortadır. Bir dənə şollar və Lənkəran ovalına da az düşür, çünki buludluğu yüksəkdir. Demək, onda bizdə nə müşahidə edəcəyik? Əgər biz dağa doğru qalxırıqsa, birinci ətəkdə günəşi görürük. Amma orta dalğa doğru getdikcə bulud günəşin görünüşünə mane olur deyə radiasiya azalır, günəş işığı və istiliyi. Əgər biz dağın zirvəsinə qalxırıqsa, hündür dağdırsa, deməli buludları yuxarı keçmişik. Buludları yuxarı keçmişiksə, deməli artıq yenidən radiasiya artacaq. Bu da elə onu göstərir ki, deməli hündür yerdən dağa doğru birinci günəş işığı və istiliyi azalacaq. 1000-2000 arasında, yəni orta dalğa doğru. Orta dalğadan yüksəyə doğru gedəndə yenidən günəş işığı və istiliyini artmış görəcəyik. O zaman o da bizdə A-B-yə uyğun gələcək. Niyə? Çünki A düzənlikdədir, B isə dağdadır, Böyük Qafqaz dağlarında. Orta dalğada buludluq çoxalacaq deyə azalacaq. Digərlərinə baxaq istəyirsiniz. Məsələn, digərlərini, məsələn, D, C elə düzənlikdən düzənliyədir. F, Y də elədir. Gəncə-Qazax düzündən Qarabağ düzünə tərəfdir. Sonra P, O-dur yəqin ki bu. Bu da elə Şərir-Ordubad düzənliyi, Naxçıvan elə, yəni düzənlikdən düzənliyədir. Bir dənə dağdan düzənliyə, düzənlikdən dağa AB-dir. O səbəbdən elə onu götürəcəyik cavab kimi. Relyefə baxırıq da, məsələn, belə də ola bilərdi. Məsələn, Y-dən başlayıb burada, məsələn, F-də qutara bilərdi. Bax, bunu da götürə bilərdik. Məsələn, bu şəkildə ola bilərdi. O-dan başlayıb P-də qutara bilərdi. Məsələn, dağdan düzənliyədirsə, bu sxem keçərli sxemdir. Sonra, üzrlüsən, düzənlikdən istəyirdim. 80 neçə? 82. Aha. Əlamətləri verilən ölkəyə aid olan məntəqələri müəyyən edin. Qərb sivilizasiyası məlum məsələdir ki, Qərbi Avropanın sivilizasiyasından söhbət gedir. Ümumiyyətlə və bu təbii ki, təkcə Avropada deyil, həm də Amerika və Avstraliyada da geniş yayılıb. Çünki məhz bu ölkələrdən insanlar, bu mədəniyyətə sahib insanlar ora köçüblər. Ola bilər, yəni orada da bir ölkə olsun, ya da Avropa ölkəsindən söhbət gedir. Ərazisində fəaliyyətdə olan vulkan mövcuddur. Vulkanlar adətən Avropadan əgər götürsə, ya İslandiyadır, ya da İtaliya. Çünki ancaq bu ölkələrdə vulkan püskürür. Qarda gölü yerləşir. Qarda gölü İtaliyadadır. Alp dağlarında. Demək, turizm obyekti kimi istifadə olunur. Milan şəhəri ilə Venesiya şəhəri arasında yerləşir. Məşhur bir ərazidir, yəni. Hətta turistləri cəlb etmək üçün bəzən karnaval və s. keçirirlər, moda yarışları ki, turist axını çox olsun illik. Sonra əhalisi demoqrafik keçidin 4-cü mərhələsindədir. Yəni təbii artım aşağıdır. Ölüm bəzən doğumu üstələyir bu tip ölkələrdə. Getdikcə əhali artımı əksinə azalır. Qarda gölünün keçidləri. İtaliya. Belə. Demək, Alp dağlarında idi, qeyd elədik. Yəni elə Qarda gölündən İtaliya olduğunu təyin etdik və salam. Başqasına heç ehtiyac yoxdur. Gəldik İtaliyanın iqliminə. İtaliyanın iqlimi bizlə eynidir. Bizim iqlim necədir? Yəni temperatur nə vaxt yuxarı qalxır? Təbii ki, iyun-iyul ayları. Onda avtomatik olaraq bu sxem gedəcək. Çünki Mən bu aralıq dənizliyim. Bəli, aralıq dənizini götürəcək. Burada görürsünüz ki, bu birinci sxemdə mənfi var.
götürməyəcəyik. Çünki Aralıq dənizi qışı mülayim keçir. Burada da mənfi var. Görürsünüz, sıfırdan aşağı keçib bura. Sıfır xəttindən aşağıdadır. Getdi. Gəldik buna. Baxın, bu niyə olmayacaq? Çünki yayda yağış yağıb. İyun ayları sütun yuxarıdır. Amma İtaliyada bizdəki kimi nə vaxt yağış yağır? Qışda. Yanvar, fevralda, dekabrda yağış yağır. İyun aylarında sütun aşağı düşür. Çünki quraqdır. Temperatur isə yayda yuxarı qalxıb. Bax, bu temperaturun göstəricisidir. O səbəbdən elə cavabımız bu sxemdir. Yəni 4. Sonra 80 sual. 83-cü sual. 78 fazla 80 sual. 70 neçə? 78. Qara metallurgiya sənayesinin yerli daş kömürü və dəmir filizi ehtiyatları əsasında formalaşan ölkələr. Deməli, özünün həm dəmiri var, həm də kömürü var. Adətən böyük ölkələri seçirik bu tip ölkələrdə. Çünki böyük ölkələrdə sərvət çox olur. A variantında, məsələn, Avropa ölkələrindən Fransanı birinci çıxacaq. Çünki Qərbi Avropa ölkələrində sərvət tükənib, ya da ki, ümumiyyətlə əvvəldən olmur bəzilərində. İdxal xammalına əsaslanır əksər Avropa ölkələrinin sənayesi. Bolqarıstan da Rumıniyadır. Bunlarda filiz faydalı qazıntılar yaxşı təmin olunmayıb. Sonra İtaliyadır, Fransadır yenə, Almaniyadır. Bunlar çıxacaq. Çünki özlərində düzdür, kömür var. Məsələn, daş kömürü yox. Məsələn, Almaniyada qonur kömürü var. Amma ümumiyyətlə bu sahə nisbətən onlarda zəifləyibdir. Həm də gətirilmə xammalına əsaslanır olsa da belə. Sənayedə onlara aid əlamətləri qeyd edəcəyik. Sonra burada Yaponiyadır, siləcəyik. Niyə? Çünki Yaponiya dünyada demək olar ki, yeganə inkişaf etmiş ölkədir ki, ilk dəfə inkişaf etmiş ölkə qrupuna keçəndə dünyaya sübut elədi ki, ölkənin inkişafı təbii sərvətdən asılı deyil. Yəni, təbii sərvəti olmadan da ölkəni inkişaf etdirmək mümkündür. Bu da Yaponiyaya aid olan ifadədir. Çünki Yaponiya məhz təbii sərvəti olmayan, amma dünyanın ən güclü 3 inkişaf etmiş regionundan biridir. Demək, cavabımız olacaq D variantı. Hindistandır, böyük ərazidə 3 milyon kvadrat ərazisi var. Dəmiri də var, kömürü də. Avstraliyadır. Demək, 7,4 milyon öz sahəsidir. Adalarla da biraz da artıqdır. Demək, dəmiri də var, kömürü də. Ukraynadır, görürsünüz elə. Donbas məsələn. Elə Ukraynanın sərvətləri üstündə qırırlar bir-birlərini, Rusiya ilə Amerika. Qazaxıstan da həmçinin. Karakan, Ekibastos daş kömür yataqları demək mövcuddur. Qustanay dəmir filizi yatağı var. Məsələn, yəni kömür də var, dəmir də varsa, deməli qara metallurgiyanı inkişaf etdirmək olar. Çünki Domna və Martin sobalarında məhz kömür yandıraraq dəmiri əridirlər. Hansı ki, Məmməd Arazın belə bir şeiri var. Deyir, əridib silahları Martin sobasında, körpü yarada bildik yerlə Mars arasında. O demək istəyirdi ki, yəni silahlanmanı buraxıb elmi tədqiqatlarla məşğul olsaq, Marsa belə körpü ata bilərik. Yəni, kosmosu da öyrənmək mümkün olar da, yəni elmi o qədər yaxşı inkişaf edər. Orada Domna və Martin sobaları, həmin o sobalarda kömür yandırılır, metallar əridilir. Ona işarə vurub o şeirdə. Sonra hansı sual? Başqa sualınız var mı? Heç kimin sualı yoxdur? Xeyr, mənim. Yekunlaşdı bu suallar. Belə. Müəllim, palçıq vulkanları Azərbaycanın hansı ərazilərində var? Qeyd edəcəm. Bir şey soruşmaq istəyirdim. Hal-hazırda qoşulan uşaqlardan bir xahişim var. Bu şey soruşmaq istəyirəm. İndi biz, məsələn, iqlimin izahını göndərmişəm sizə. Atmosfer bölməsində gələn dərs öyrənməlisiniz iqlimi də və ona aid olan hissə test toplarında suallara baxmalısınız, diaqramlara və s. Orada mən diaqramları izah eləmişəm. Əgər kimdə link yoxdursa, təkrar bir də yeni qoşulan və s. varsa göndərəcəm onda. İzaha ehtiyacı olan uşaq varmı atmosfer bölməsində burada? Yəni ona vaxt ayırım mən. Atmosfer mövzusunun izahı. Ona aid test atacam, testin izahını da atacam. Soruşmaq istəyirdim, varmı elə bir uşaq? Yəni yeni qoşulub atmosfer mövzusuna anlayış biraz zəifdir. Varsa narahatçılığı yoxdur, deyin. Sadəcə bilmək istəyirəm, vaxtı ayırmağa lazımdır, yoxsa yox?
Yaxşı. Mən deyirsə Aha. toplu atmosfer haqqında suallara baxın. Aha. Buyur. O ümumi başlanğıc olardı, yoxsa niyə? Əgər vaxtınız varsa, mən sizin yerinizdə olsaydım təkrar işləyərdim. Baxın, qəbul imtahanında istifadə olunan bütün suallar demək olar ki, hissə test toplusuna oxşar suallar idi. Yəni, bir insan hissə test toplusu suallarını həqiqətən, yəni ətraflı şəkildə, dərk etmiş şəkildə, belə deyək, bilmiş olsaydı, bu imtahanda %100 nəticə göstərə bilərdi. 100 də olmasa, yəni ən azından biz 28-dən yazmalıydı. Yəni sual tipləri fərqli ola bilər. Orada istifadə olunan suallar elə kitablarda yazılan mövzulardır da, onları sıxırdalayıb orada izah eləyə bilər. Məsələn, atmosfer mövzusunu oxuya bilərsən, amma sən nə bilirsən ki, nə dərəcədə mənimsədin? Orada nə qədər məsələlər var. Ola bilər atmosferdən məsələ mövzuları, yəni çox güman atmosferdən məsələ düşəcək. Yəni orada məsələlərə baxa bilərsiniz ən azından. Yəni maksimum dərəcədə çalışmaq lazımdır, baxmaq. Vaxt bilmirəm də, indi sizin vaxtınız varmı? Neçə dəfə işləmisiniz testi? Mən istəyərdim ki, bir də təkrar baxasınız. Bilmədiyi suallar varsa, biz burada baxaq həmin suallara. Yenə də ona aid olan ona aid 2 dənə sual, 2 dənə yox, çox göndərəcəm, belə deyək, izahlarında. Yenə oradan da baxarsınız. Birinci testi işləyərsiniz, quizdir. Yəni mövzu sınağı kimi bir şeydir. O da elə kitabı öyrətmək xarakterlidir. Təbii ki, sınaqlar, mövzu. Ona baxarsınız. Əgər çətinlik olsa kitabdan oxuyarsınız, testi yazarsınız. Belə, indi testləri də atacam, dediyim kimi. Baxarsınız, oradan yazarsınız. Elə mən atdığım testlərdə işləsəz, əslində hissə test toplusunu işləmişsinizsə, bu testlərdə işləsəz yetərli olar, yəqin ki. Bu bölmədə dedi, sualımız yoxdur, elədir? İndi zəhmət olmasa o bayaq verdiyin sualı bir də təkrarla izah edeyim. Palçı vulkanlar idi, səhv eləmirəmsə. Palçı vulkanları haqqında qeydlər eləyim. Nədir palçı vulkanı? Özün bilirsən palçı vulkanı haqqında məlumat ümumiyyətlə? Yağıntısı vulkanlarda palçıq Necə yaranır? Yaranma səbəbi nədir? Onu bilmirəm. O çay daşqınları zad olmurmu? Necə? Çay daşqınları ən çox Qobustan Abşeronda. Palçı vulkanları çay daşqınlarında olur. Necə başa düşmədim o səs? Daşqınları, çay daşqınları. Yox, çay daşqınları ilə palçı vulkanı əlaqəsi yoxdur. Yəni Neft qazı olan yerlərdə olur. neft qaz olan yerlərdə olur. Neft və qaz. Deyərsiniz ki, dünyada məsələn elə ölkələr var ki, oralarda neft qaz çoxdur. Bir də İran körfəzi ölkələri. Niyə orada palçı vulkanı yoxdur? Çünki burada həm seismik proseslər aktiv olmalıdır. Seismiklik. Yəni yeraltı süxurların hərəkəti nəticəsində istilik yaranır. O da neft və qazın əsasən süxurları demək isitməsinə səbəb olur və gilli süxurlar demək belə deyək də nəticə etibarilə qaynamağa başlayır istiliyin təsirində su və gil belə deyək qarışır və palçıq şəklində səthə fəvvarə vurur. Bunun həqiqi vulkandan fərqi nədir? Çünki fərqi ondan ibarət ki, həqiqi vulkanların ocağı mantiyada yerləşir. Yer səthindən mantiya təxminən fərqli ərazilərdə olur, məsələn dərinlikdə. Maksimal yer qabığı 90 kilometrə qədərdir, ondan sonra mantiya başlayır. Mantiya daha istidir. 1000-2500 dərəcədə və ondan da daha isti ola bilər. Oradan gələn lavalar daha yüksək temperatura malik olur. Amma yer qabığında 4-6 kilometr dərinlikdə yerləşən palçı vulkanların ocağında temperatur daha aşağı olur. O səthə püskürəndə daha kiçik ölçülü relyef vahidləri yaradır ki, dünyada bir sıra ölkələrdə var. ABŞ-da, Meksikada, Rusiyada, Yeni Zelandiya və s. Demək, bu palçı vulkanlar harada yaranıb, yayılıb? Dünyada 800-dən çox palçı vulkanı var. Təxminən yarısı Azərbaycandadır. Onlar içərisində ən hündür palçı vulkanı Torağaydır. 402. Bəli, 402 metrdir. Azərbaycan və dünyanın ən hündür palçı vulkanıdır. Ki, Azərbaycanda Çeyrəki, Kənizdağ, Ayran Tökən, Şıxzəyirli, Babazənan kimi, Atman-Bozdağ kimi palçı vulkanlar var. Həqiqi vulkanların adını əzbərləmək lazımdır ki, palçı vulkanları ilə qarışdırmayaq. Həqiqi vulkanların adı azdır. Palçı vulkanlar çoxdur. Həqiqilər Qarabağ vulkanik yaylasındadır. Böyük Şıqılı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya, Axar-Baxar, Dəlidağ bu kimi vulkanlardır. Bir də Pərçınqıllı, Ayçınqıllı, Farmaştepe. O əsas birinci onları əzbərləmək lazımdır. Dediyim kimi onların sayı məhduddur deyə. Bunları yəni sayıb qurtarmaq biraz çətindir.
Demək, palçı vulkanları Azərbaycanda harda yayılıb? Xəzərin şelf zonasında, Xəzər dənizinin altında, Abşeron yarımadasında, Qobustan ərazisi, cənub-şərqi Şirvan düzü. Yəni iqtisadi olaraq Dağlıq Şirvanda, Şamaxı bölgəsində, Qobustan, Abşeron Xızı iqtisadi coğrafi rayonunda, sonra Xəzərin şelf zonasında, yəni Şirvan Salyan iqtisadi rayonunda bu kimi ərazilərdə formalaşıb əsasən. Yəni Azərbaycanın şərqinə meyillidir palçı vulkanları. Belə. Sağ olun. Sağ ol sən də. Sonra yəni testdə olaraq Abşeron, Qobustan ətrafı ərazilər sitəsində, Cənub-Şərqi Şirvan düzü, Abşeron, Qobustan ətrafı ərazilər. Əgər testdə məsələn düşərsə şey kimi bu kontur xəritədə işarə versə ki, palçı vulkanlar orada yerləşir. Sonra başqa sual varmı? Yoxdur deyəsən. Bizim dediyimiz kimi növbəti dərsimiz olacaq atmosfer və iqlim bölməsi. Konspekt göndərəcəm sizə. Atmosferə aid olan sualların izahını göndərəcəm. 30 dənə sual izahı atmosferin özü ilə bağlı. Sonra hissə test toplusunun birinci bölməsinə, əgər kim yenisə qoşulubsa, oradan birinci bölməyə baxa bilər. Buradan da demək, istəyirsiniz biraz izah verək, hələ vaxtımıza 10 dəqiqə var. Hansısa dərsiniz varmı bu dərsdən sonra? Bəli, mənim 10 dəqiqəyə uzat, mənim dərs başlayır. Riyaziyyat. Bir dəqiqə, bu palçı vulkan hal-hazırda ekranda görmürsünüz ki, Hayır. konspekti görmürsünüz, hə? Bir dəqiqə zəhmət olmasa görəsiniz bir dəqiqə. Palçı vulkanlarında bir daha sən xatırladaq. Demək, palçı vulkanı Azərbaycanda. Qarabağ vulkanları. Demək, baxın, bura diqqət edirsən. Qobustan, Abşeron, Cənub-Şərqi Şirvan və Xəzərin şelf zonasında demək palçı vulkanları yayılıb. Burada yəni qeyd olunub, görüm adlar da verilibsə, onlar da qeyd edilib, yoxdursa heç. Demək belə. Bu şəkilləri atmışam sizə. Onun içərisində olmalıdır yəni. Oradan da oxuya bilərsən. Yəni əgər bir qaranlıq məqam qaldısa onunla bağlı. Düz ətraflı qeyd elədik. Hər ehtimala deyirəm birdən yadından çıxar və s. Əgər elə bir şey istəyirsən, Azərbaycan bu sualları, yəni bu hissəni göndərmişəm sizə. Oradan baxa bilərsiniz. Nəysə, keçək atmosfer barəsində biraz məlumatlara toxunaq. Demək, atmosfer bildiyimiz kimi yerin hava təbəqəsidir. Yerin planetar inkişafında yaranıb. Hansı ki, əvvəllər atmosferin tərkibində karbonun miqdarı çox olsa da, sonradan canlıların yaranması, okeanda xüsusilə göy yaşıl yosunların inkişafı ilə əlaqədar oksigenin miqdarı yüksəlmişdir. Və bunun nəticəsində həyat üçün əlverişli şərait yaradıb. Təbii ki, əvvəllər atmosfer yer səthi qaynar lavaların püskürməsi nəticəsində atmosferdə temperatur 100 dərəcədən yuxarı olduğuna su buxar şəklində idi. Sonra da atmosfer temperaturun azalması yer qabının soyması atmosferdə temperaturun azalmasına səbəb olur. Atmosferdə vulkan püskürməsindən ayrılan su buxarı buluda çevrilərək yağıntı şəklində yer səthinə düşür, okean yaranır və nəticə etibarilə yerin planetar inkişafı başa çatır, geoloji inkişaf başlayır ki, atmosferin tərkibində bu zamanla müəyyən dəyişiklik baş verir ki, atmosfer yer kürəsinin bir çox əhəmiyyətli tərəfləri var. Təbii ki, tənəffüs vasitəsidir, yeri günəşdən gələn zərərverici şüalardan qoruyur, yerin çox istiləşməsinə və soymasına imkan vermir.
Demək, yerə yaxınlaşan müxtəlif daşları parçalayır. Bu kimi özəlliklərə sahibdir. Təbii ki, ən önəmli faktorlardan biri də atmosfer tənəffüs vasitəsidir. Atmosfer olmasa insan 3-4 dəqiqədən artıq yaşaya bilməz ki, o müxtəlif təbəqələrdən ibarətdir. Troposfer onun yerə ən yaxın təbəqədir ki, atmosferin qaz tərkibinin və demək, su buxarının çox hissəsi, yəni qazların 80%-dən çoxu, su buxarında 90%-dən çoxu məhz buradadır. Kimdəsə səs açıq qalıb, belə xışıltı gəlir. İstəyirsiniz, zəhmət olmasa onu bağlayaq. Belə. Bu hissələr yəqin ki, elə də çətinlik olmaz. Yəni, onun təbəqələri ilə bağlı olan ifadələri də oxuyarsınız. Təbəqələrindən də demək olar ki, sual düşmür. Sadəcə bir də yəni həmin hissələri qeyd elədik. Sualda var idi, günəş radiasiyası. Günəşdən gələn işıq və istiliyin cəmi idi. Hansı ki, o düz şəkildə ola bilər. Əgər bulud yoxsa birbaşa günəş şüasını görürüksə, o düz radiasiyadır. Daha çox qütb və tropik enliklərdə olur. Maksimal tropikdə çox olur. Çünki qütbə günəş işığı və istiliyi az düşür. Ekvatorial və mülayim enliklərdə hava buludlu olduğu üçün səpələnən radiasiya üstünlük təşkil edir. Yəni, buludlu günlər səpələnən radiasiyadır. O günəşdən gələn radiasiyanın bir hissəsi yer səthi tərəfindən udulur. Digər hissəsi isə əks olunur. Əks olunan radiasiya albedo deyirlər. İkisinin cəmi günəş radiasiyasıdır, təbii ki. Demək belə, ən çox radiasiya tropikdə olduğu üçün məhz tropikdə kalorinin miqdarı daha yüksəkdir. Ən az isə qütb ətrafındadır. Görürsünüz, rəqəmləri 200-220 tropikdədir. Qütb ətrafında isə bəzən 35-ə qədər, bəzən 50-yə qədər göstərici verilə bilir. Ki, günəşdən gələn radiasiyanın deyir ki, 5də 3 hissəsi əks olunub. Ümumi radiasiya 160-dırsa, onun 5də 3 hissəsini tapa bilərik biz. Nə qədərdir? Yəni, bizdən nə soruşur? Əks olunan radiasiya, udulan radiasiyanın 5də 3 hissəsinə bərabər. Başqa bir əlavə bir şey istəyir bizdən. Demək, udulan radiasiya ilə əks olunan radiasiya ümumi radiasiyaya bərabərdir. Ümumi radiasiya nə qədərdir? 160-dır. Deyir ki, əks olunan radiasiya udulan radiasiyanın 5də 3 hissəsinə bərabərdir. Əgər udulan radiasiya x-dırsa, deməli, əks olunan radiasiya 5də 3 x-a bərabərdir. Ki, onların ikisinin cəmi 160-a bərabər olmalıdır. Buradan biz cavabı müəyyənləşdirə bilərik. Belə. Sonra, cavab izah verilib deyə, ona görə toxunmuram, hər xırdalığa. Ümumi radiasiyanın 75% yer səthi tərəfindən udulmuşdur. Əks olunan radiasiyanın 45 kalori olduğunu müəyyənləşdirək. Ümumi və udulan radiasiyanı müəyyəndir. Ümumi radiasiyanın 75% yer səthi tərəfindən udulub. Deməli, əks olunan radiasiya neçə faiz olur onda? 25%. Çünki əks olunan radiasiya 45 kaloridir. Udulan 75% isə, geri qalan hissəsi 25% isə demək, yer səthi tərəfindən udulur. Ümumi radiasiya nə qədərdir? Ümumi həmişə 100% qəbul olunur. Onda o da x-dir. Demək, bu nəticə etibarilə biz tənasüb şəklində həll eləsək, yenə də cavabı təyin etmiş olacaq ki, ümumi radiasiya nə qədərdir? Ümumini tapandan sonra ondan 45-i çıxıb udulan radiasiyanı təyin etmək olar. Çünki 45-i əks olunandır. Sonra günəşdən gələn ümumi radiasiyanın 120 kalori olduğunu bilərək, radiasiyanın 10 kalorisinin buludlar tərəfindən əks olunması müşahidə olunur. Deməli, 120-nin 10-u getdi, qaldı 110-u. Buludlar tərəfindən udulur. Qalan hissəsi, qalan radiasiyanın 40% yer səthi tərəfindən əks olunur. Deməli, nə qədər udulub? 60% udulub da. 110-un 60% udulub. Deməli, 110-un 60%-ni tapsaq, 66 kalori etmiş olur. 66-sı udulub, 44-ü əks olunub demək. Ümumi cəmləyəndə 110 eləyəcək. Ümumi də 110-dur. Sonra bu tip suallardır, yəni izahları da verilibdir. Buradan baxarsınız. Bir çətinlik olsa qeyd eləyərik. Sonra keçən dəfə siklon və antiklondan sual düşmüşdü. Sonra temperaturla bağlı. Vaxtımız az qalıb, yəni yekunlaşdırırım. Məsələn, deyir, kəsmə yüksəkliyi 500 metr olan sxemdə A nöqtəsindəki temperatur -20-dir. Deməli, A-da -20-dir. Atmosfer təzyiqi isə 520. 20 millimetr civə sütunudur. B nöqtəsində havanın temperaturunu və atmosfer təzyiqini hesablayın. Deməli, B aşağıdadır, A yuxarıdadır. A-da 520 millimetr civə sütunu təzyiq var və -20 dərəcə istilik var. Görək, A ilə B arasında nə qədər fərq var? Hər kəsmə yüksəkliyi 500 metrəyə bərabərdir. Onların arasında da bu ara fərqlərini hesablayan pillələri.
4 pillə fərq var. Buradan da fərq yoxdur, hesablaya bilərik. 1, 2, 3, 4. Yəni B sonuncunun üzərindədir. 5-cinin. Demək 1, 2, 3, 4, 5. A deyək B birincindədirsə, A 5-ciндədir. Deməli aralarında 4 horizontal fərq var. Hər ara 500-dürsə, 500-ü 4-ə vursaq, deməli 2000 metr fərqləri var. B aşağıdadır. 2000 metr fərqə nə qədər temperatur uyğun gəlir? Hər 1000 metr yuxarı qalxanda temperatur 6 dərəcə azalır. 2000 metr yuxarı qalxsaq 12 dərəcə azalacaq və ya əksinə. Aşağı düşsək 12 dərəcə artacaq. Çünki yuxarıda temperatur verilib, B-ni soruşur. Aşağıya gəldikcə istilik artır. Onda -20-nin üzərinə 12 dərəcə əlavə edəcəyik. Çünki hər 1000 metr aşağı düşəndə 6-sı artır, 2000 metrədə 12-si artacaq. Deməli, -8 olacaq. -20-nin üzərinə 12 əlavə etsək. Təzyiq də 1000 metrə bayaq qeyd elədik, hündürlük fərqi nə qədərdirsə, təzyiq ondan 10 dəfə az fərqə malikdir. Deməli, 200 mm fərqləri var. Aşağıya doğru təzyiq artır, yuxarıya doğru azalır. Deməli, 200 üzərinə gələcək. 520-nin üzərinə 200 gələcək, 720 eləyəcək. Demək, cavab B variantı olmuş olur. Belə, indi bugünlük bura qədər, yəni iqlimin də izahını vermişəm, orada göndərmişəm sizə. Əgər bir sualınız, sözünüz yoxdursa, yekunlaşdıraq. Müəllim, biz coğrafiyadan hansı mövzulardan məsələlər yazırıq? Digər sistemə qeyd edirik. Coğrafiyadan, baxın, bu atmosfer məsələlərinə diqqət yetirmək lazımdır. Mütləq şəkildə. Atmosfer məsələlərinə. Hidrosferdən duzluluq məsələsi var idi. Məsələn, keçən dəfə dərinlik məsələsi düşmüşdü. Əgər bu dəfə düşsə, çox güman orada bir dənə qalır duzluluq məsələsi. Yəni, duzluluq məsələsinə aid bayaq nümunə göstərdik. Ondan düşə bilər. Sonra əhali mövzusuna mütləq nəzər salmalıyıq. Azərbaycan əhalisi ilə də bağlı məsələ düşə bilər. Dünya əhalisi ilə də bağlı elə düşmüşdü də zaten. Sonra ümumi daxili məhsulun həcminin hesablanması ilə bağlı məsələlərə baxmalıyıq. Sonra saat qurşaqları və yerin günəş ətrafında hərəkəti, onun coğrafi nəticələri, yəni günəşin düşmə bucağı məsələləri, hissə test topusundan çalışıb o məsələləri bir daha təkrarlamaq və yaxud ümumiyyətlə o tip mövzuları göndərmişdim sizə saat qurşaqları ilə bağlı məsələlər. Quizlərdə var idi, izahını da vermişdim. Bilməm, baxmısınız yoxsa yox. Onlara baxmaq lazımdır. Yəni, qarşımıza çıxdıqca mövzulardan biz baxırıq. Yəni, atmosferdən də bir çox məsələ nümunələri var. Təzyiq ilə bağlı, temperaturla bağlı. Elə ən çox düşmə ehtimalı olan suallardan da biri bayaqlar o horizontallar üzərində temperatur və təzyiq ilə bağlı məsələ idi. Yəni, o sualın düşmə ehtimalı böyüdür. Bu tip, yəni, sual. Adətən düşəndə, yəni, bu formada olur. Çalışacağıq, yəni hər dəfə keçdikcə, məsələn, baxaq, keçənləri, məsələn, faydalı qazıntıların istismarı ilə bağlı məsələ düşmüşdü ki, deyir ki, məsələn, çıxarılan misin, deyək 0,5 deyir, çıxarılan mis filizi faydalı qazıntısının 0,5%-nin mis olduğunu nəzərə alaraq 15 ton mis əldə etmək üçün nə qədər suxur emal olmalıdır? Bilirsiniz də, faydalı qazıntılar istismar olunan zaman onun hamısı, belə deyək ki, təbii sərvət olmur. Tullantı olur da bir hissəsi. Yəni, qatışıq materiallardan ibarət olur. Deyək ki, çıxarılan filiz suxurunun 0,5%-nin mis olduğunu nəzərə alaraq 15 ton mis əldə etmək üçün nə qədər suxur emal edilməlidir, təmizlənməlidir. Sən də fikirləşirsən ki, görəsən, hansı ədədin 0,5%-i məhz 15 tona bərabərdir. O ədədi tapsan, deməli, həmin sualın cavabını təyin etmiş olursa. Yəni, burada görürük ki, hasilat sənayesi ilə bağlı məsələ düşür. Və yaxud, yəni, keçəcəyimiz digər iqtisadi mövzularla da bağlı məsələlər düşə bilər. Fizikidən də. İndi hər mövzu keçdikcə çalışacaq həmin məsələlərə biz toxunmuş olaq. Bir dənə bizdə saat qurşaqları mövzusu qalıb. Onu axırda qəbula yaxın onunla bağlı bir dənə sizə test izah edəcəm. Çalışacağım ətraflı şəkildə izah edeyim. Situasiya ondan düşmüşdü. Yəni, Rusiyanın tapılması ilə bağlı. Deyir ki, Azərbaycandan saat etibarı ilə qabaqdaydı və şimal tərəfdəydi. Günəşin düşmə bucağı da az idi, 6 dərəcə idi. Biz onu müəyyənləşdirməliydik ki, yəni şimaldadır və bizdən sağdadır. Şimal şərqdə Asiyanın şimal hissəsini ilə Rusiya tutub. Yəni, Rusiyadan söhbət gedirdi qəbul imtahanında, yəni situasiya tam ondan ibarət idi. Yəni, saat qurşaqlarını bilməsək, günəşin düşmə bucağına aid olan, belə deyək,
sualları bilməsək, situasiyanın cavabını yaza bilməyəcək. Yaza bilməzdik yəni. Belə. Başqa sualınız var? Nəsə soruşmaq istəyirsən? Yoxdur, mənim sağ olun. Siz də sağ olun. Növbəti dərs görüşərik. Sağ olun. Salamat sağ olasın.